101-ci suala baxaq. Deməli, burada 3 vuraq n faktorialın kvadratı, çıxaq 5 vuraq n faktorial, çıxaq 2 tənlik verilibdir. Mən n faktoriala 1t desəm, olur 3t'nin kvadratı, çıxaq 5t, çıxaq 2. Bu tənliyin köklərini tapıram. Diskriminant bərabərdir. 25 üstə gəl 4 vur 6, o da oldu 49. T1 bərabərdir 5 üstə gəl 7 böl 6. Köklərindən biri 2 oldu. T2 bərabərdir 5 çıx 7 böl 6 oldu biri mənfi 3də 1. Mənfini götürə bilmərik. 2 faktorial deməli 2 faktorial yox. N faktorialın qiyməti n faktorialın qiyməti 2-yə bərabərdir. Nəyin faktorialı 2-dir? Elə n-in. 2-nin faktorialı 2 olur. 102-ci sualda. 102-ci sualda oxşarıdır. 102. N faktoriala yenə bir t desəm, olur 2t'nin kvadratı, çıxaq 5t üstə gələ 2 bərabərdir 0. Köklərini tapıram. 25 çıx 4 vur 2 vur 2. 25-dən 16 çıxdım 9. T1 bərabərdir 5 üstə gəl 3 böl 4 oldu 2. T2 bərabərdir 5 çıx 3 böl 4. Bu da oldu 2də 1. 2də 1-i götürə bilmirəm. N faktorial oldu 2. Yəni biz faktorialı kəsr ədədinə götürmürük də, natural ədədlər götürürük. Deməli, n faktorial oldu 2, n də oldu 2. Doğru cavab 2. 102-də. 103-ə də baxaq 103-ə. 103 də yenə oxşar sualdır. N faktoriala t deyirəm. Olur 3t kvadratı, çıxaq 7t üstə gəl 2 bərabərdir 0. Diskriminant 49 çıx 4 vur 6. O da oldu 49 deyib 94 yazıram. 49 çıx 24, o da oldu 25. T1 bərabərdir 7 üstə gəl 5 böl 6 oldu 2. T2 bərabərdir 7 çıx 5 böl 6, bu da oldu 3də 1. N faktorial 2-yə bərabərdir. N'in qiyməti oldu 2. Daha sonra 104-cü suala baxaq. 104. 104-də də yenə 2t'nin kvadratı, çıxaq 3t, çıxaq 2 bərabərdir 0. Diskriminant 9 da gəl 4 vur 2 vur 2, 16, o da 25. T1 bərabərdir 3 üstə gəl 5 böl 4 oldu 2. T2 bərabərdir 3 çıx 5 böl 4 mənfi 2də 1, bunu götürmürəm. N faktorial oldu ki, deməli n'in qiyməti 2-dir. Sonra 105. X çıxaq 1-in faktorialı permütasiya. Tapıram. X çıxaq 1-in faktorialını bölürəm x çıxaq 3-ün faktorialını. Buna çox sual işləmişik. O da oldu x çıxaq 1. Sonra sürətin qiyməti məxrəcdən böyükdür. Ona görə sürəti kiçiltməliyəm. X çıxaq 1, 1 vahid kiçildim, x çıxaq 2, 1 vahid də kiçildim, x çıxaq 3. Dayanıram, çünki x çıxaq 3 lazım idi, mən onu tapdım. Məxrəcdə oldu x çıxaq 3-ün faktorialı. O da x çıxaq 1. Bunlar ixtisar getdi. Qaldı x çıxaq 1, x çıxaq 2. Bərabərdir x çıxaq 1. Artıq dərəcəyə xahiş edirəm. Burada x çıxaq 1-ləri ixtisar aparmayın. Çünki onda tənliyin kökünü itirmiş olarsınız. Heç bax, ədəd olanda ixtisar aparırıq. Amma dəyişən olanda bir tərəfə keçirdib, sıfıra bərabər edib həll edirik ki, tənliyin kökü itməsin. O da oldu x çıxaq 2 çıxaq 1 bərabərdir 0. X bərabərdir 1, x bərabərdir 3. Yəni ayrı sıfıra bərabər etdim, həll etdim. X-in bir qiyməti olmaz. Çünki permütasiya x çıxaq 1-dən 2-yə verib. X-a biz 1 qoysaq 0-dan 2 olar. Bu yazılış doğru deyil. 3 ola bilər. Deməli doğru cavab oldu 3. 105-də. 106. İndi deməli bunu x çıxaq 1 faktorial, yenə x çıxaq 3 faktorial, 1-dən 2 çıxıram. Burada qaldı 2x çıxaq 2. İndi sürəti azaldıram. X çıxaq 1, x çıxaq 2, x çıxaq 3 faktorial. Niyə yanına faktorial yazdım? Çünki mənə
x çıxaq 3 lazım idi. O da bərabərdir 2x çıxaq 2. Bunlar getdi. İndi x çıxaq 1, x çıxaq 2, çıxaq 2 vuraq x çıxaq 1. 2-ni ortaq vuruq, keçirib sonra çıxardıram. X çıxaq 1 ortaq vuruq, çıxartdım. Qaldı 0. X çıxaq 1 bərabərdir 0, x 1 olmaz. X çıxaq 4 bərabərdir 0, x bərabərdir 4. Deməli 106-cı sualda doğru cavab oldu 4. 107. Yazıram x çıxaq 2-nin faktorialı, məxrəcdə yazıram x çıxaq 4 faktorial bərabərdir 30. Sürəti azaldıram, sürət daha böyükdür. X çıxaq 2, x çıxaq 3, 1 çıxa azaldıram da 1 vayt azaldıram. X çıxaq 4-ün faktorialı dayanıram, çünki mənə məxrəcdəki qiymət lazımdır. Bərabərdir 30. Bunlar ixtisar oldu. Qaldı x çıxaq 2, x çıxaq 3 bərabərdir 30. Bunu da sadələşdirirəm. 5x üstə gəl 6. Yəni vurub sadələşdirib son cavab yazıram. Vaxtınız az getsin. X-nin kvadratı çıxaq 5x çıxaq 24. Bunun da kökləri 8 və -3-dür. Vuranda 5, toplayanda -24 olmalıdır. -3 ödəmir. X-nin qiyməti oldu 8. Doğru cavab 107-də oldu 8. 108-ci suala baxaq. 108-ci sualda da deyir ki, deməli, yenə x çıxaq 1-in faktorialı. Məxrəcdə 108. Məxrəcdə də oldu x çıxaq 3 faktorial. Bərabərdir 12. Azaldıram sürəti 1 vahid. Məxrəcə çatdım, dayanıram. X çıxaq 3 faktoriallar getdi. Bu da sadələşəndə oldu. X kvadratı çıxaq x çıxaq 2, x üstə gəl 2 çıxaq 12 bərabərdir 0. X kvadratı çıxaq 3, x çıxaq 10 bərabərdir 0. Kökləri oldu 5 və -2. -5 və -2. -2-ni götürmürəm. Cavab oldu 5. Doğru cavab 5. 108-də. Sonra 109-cu suala baxaq. Bu 108. Sonra 109-a baxaq. 109-cu sualda nə deyir? Dəyirmi stol arxasında 6 nəfər neçə stolda otura bilər? Dəyirmi stol dediyinə görə həmişə birini çıxıb sonra faktorialını tapıram. Olur 5 faktorial. 5 faktorialda oldu 120. 110 da 12-dir. Dəyirmi stol sözünü işlətməsəydi 6 faktorial olardı. Burada dəyirmi stol dediyinə görə həmişə birini çıxıb onun faktorialını tapıram. 3 faktorial. Bu da oldu 6. 111-ci sualda bunlar hamısı qaydaya əsaslanan suallardır. 7x çıxaq 5-in üstə 6 binomun açılışında əmsallarının cəmini tapın. Baxın, binomial əmsal deyəndə 2 üstü n götürürəm. Mötərizənin içərisindəki ifadədən asılı olmayaraq yazıram 2 üstü, məsələn 6-dırsa yazıram 2 üstü 6. Amma binomun açılışında əmsallar cəm deyəndə dəyişənlərin yerinə 1 qoyub əmsalların cəmini tapıram. O da oldu 2-nin üstü 6, 64. 112-ci sualda. Yenə binomun açılışında əmsallar cəmini soruşur. Dəyişənlərin yerinə 1 yazıram. 3 vur 1 üstə gəl 7-nin kubu. O da olur 10'un kubu. 10'un kubu da oldu 1000. Sonra 113-cü suala baxıram. 113-cü sual ixtisar parmağına yazıram. Böyük qiyməti kiçildirəm. Baxın, sürətdə 2n plus 2 verib. Məxrəcdə 2n verib. Deməli, sürət məxrəcdən 2 vahid böyükdür. Yazıram 2n plus 2. 2n plus 1. 2n'in faktorialı. Sonra sürətdə vuraq n çıx 1. N çıx 1'in faktorialı n üstə gəl 1'in faktorialından kiçik qiymətdir. Ona görə n çıx 1'dən işim yoxdur. Məxrəcdəki 2'nin faktorialı kiçik qiyməti deyə qaldı. İndi amma n plus 1 n minus 1'dən böyük qiymət. Ona görə bunu kiçiltməliyəm. N plus 1'in özü qaldı. Sonra bir kiçiltdim oldu n. Bir də oldu n çıx 1 faktorial. Mənə bu lazım idi. Dayanıram, çox azaltmıram. N çıxaq 1'lər getdi. 2n'lərin də getdi faktorialı. Sürətdə qaldı 2 vuraq n plus 1. Ortaq vuruq çıxartdım 2'ni. 2n plus 1.
Məxrəcdə də qaldı n vuraq, n plus 1 bərabərdir 5. Sürətdən 2 ona görə ortaq vuruq çıxartdım ki, n plus 1'lər getsin. Bunu da çarpaz vurdum. 4n üstə gəl 2 bərabərdir 5n. N də bərabərdir 2. Deməli, bizim n'i soruşur. N'in qiyməti də oldu 2. 114 də, baxın, 113'ü belə baxın. Ümumisi. Sonra baxaq 114'ə. 114'də də nədir? Yenə oxşar sualdır. Burada baxırıq. 3n plus 3, 3n plus 1. Sürət məxrəcdən böyükdür. Ona görə sürəti kiçildəcəm. 3n plus 1. Bir dəfə özünü yazıram. Sonra 1 var, 1 çıxıram. 1 çıxanda oldu 3n plus 2. Bir də çıxıram. 3n plus 1. Məxrəcdəki 3n plus 1'i tapdımsa yanına faktorial yazıb dayanıram. Məxrəcdə də oldu 3n plus 1'in faktorialı. Buradan bunu biraz balaca çəkim. Aha, bərabərdir 10 verim. n plus 1 deməli sürətdə bir də var. Onu yazmadım. Sürətdə n çıx 1'in də faktorialı var. n çıx 1'in faktorialı bərabərdir 10. İndi məxrəci kiçildirəm. n plus 1 özü qalır. Sonra n özü, bir də n minus 1 faktorial. Çünki sürətdə mənə n çıx 1'in faktorialı lazımdır. n çıx 1 faktoriallar getdi. Sonra 3n plus 1 faktoriallar da getdi. Sürətdən 3 ortaq vuruq çıxartdım. n plus 1. 3n plus 2. Məxrəcdə də qaldı. n vuraq n plus 1. Bərabərdir 10. n plus 1'lər getdi. Çarpaz vururam. 9n üstə gəl 6 bərabərdir 10n. N də bərabərdir 6'ya. 114'cü sualda doğru cavab oldu 6. 115'ə baxaq. Deməli, permütasiya n-dən 2'yə bərabərsini ödəyən ən kiçiyi də tapın. Yazıram n faktorial, n çıx 2 faktorial permütasiyanın düsturu ilə kiçikdir 12. Sürəti kiçildirəm, n vuraq, n çıx 1, n çıx 2'nin faktorialı. Məxrəcə çatdım, dayanıram. Çünki sürət məxrəcdən böyük ədəddir. n çıx 2 faktoriallar getdi. Qaldı n kvadrat çıxaq n, çıxaq 12 kiçikdir 0'dan. Bunu toplayanda kökləri cəmi 1, vuranda kökləri hasili mənfi 12 olmalıdır. Deməli, bunun kökləri 4 və mənfi 3'dür. Kiçik qiymət dediyinə görə mənfi 3, 4 aralığını götürürük. Bu bərabərsizliyi deyən ən kiçik ədədləri tapın. Mənfiləri götürmürəm. 1, 2, 3'ü götürə bilərəm. 4 daxil deyil, 4'ü götürmürəm. Permütasiya n-dən 2. 1 ola bilməz. Permütasiya deməli 2 ola bilər, 2'dən 2 ola bilər, bir də 3'dən 2 ola bilər. Bizdə deyir ki, ən kiçik ədəd tap. Deməli, doğru cavab oldu 2. Bunun kökü 2 və 3'dür. Bizdən kiçiyini soruşduğuna görə 2'ni götürürük. 16-cı sual. 116-cı sual. Yazıram n faktorial, n çıx 2 faktorial. Kiçikdir 30. Sonra sürət azaldıram. N vuraq, n çıx 1, n çıx 2'nin faktorialı. Məxrəcdə də n çıx 2'nin faktorialı. Kiçikdir 30'dan. Bunlar ixtisar getdi. N kvadrat çıxaq, n çıxaq 30 kiçikdir 0'dan. Toplayanda 1 vuranda mənfi 30. 6 və mənfi 5. Vurdum mənfi 30, topladım 1. Bunun kökləri oldu mənfi 5 və 6. Bərabərsizdə mənfi qiymətlər ola bilməz. Ona görə bunun yerində ya 1, 2, 3, 4, 5. 6 da ola bilməz, daxil deyil. Permütasiya 1 deməli n-dən 2 verib. Ona görə 1'i götürə bilmirəm. Ya 2, 3, 4, 5. Bu 4'ündən birini götürərəm. Bizdə də ən kiçik qiymət soruşur. Ona görə də ən kiçik qiymət oldu 2. 116-cı sualda. Sonra 117'yə baxaq. 117-ci sualda deyir ki, qutuda 5 ağ, 6 qara və 4 sarı kürəcik var. Yalnız 3'ü ağ olmaqla 4 kürəciyi neçə fərqli üsulla seçə bilərik? Baxın, 4 kürəcik seçirik. 4 kürəcik. Bunun 3'ü ağdır. Ağ rəngdir, ağ rəngdir, ağ rəngdir. Biri ola bilər qara olsun və ya yenə 4 kürəcikdən 3'ü ağdır. Bu 3'ü mütləq ağdır. 4 kürəcikdən biri ya qaradır, ya da sarıdır. Biz indi bunu neçə fərqli üsulla seçə bilərik, onu tapırıq. Deməli, birinci seçimimizdə 5 ağımız var, kombinzon. 5 dənə ağdan 3'ünü mütləq seçirik və 6 dənə qaradan birini seçirik. Mən həmişə deyirəm ki, və bağlayıcısı olanda vurmağınıza gəlsin, və olanda toplama. Deməli, 5 dənədən
3'ü olur ağ və 6 dənədən biri olur qara. Mütləq götürməliyik bunu. Və ya 5 dənədən 3'ünü ağı götürərəm. 4 dənədən birini sarı götürərəm. İndi neçə üsulla seçə bilərik onu tapırıq. 5 faktorial, 5'dən 3 çıxdım, 2 faktorial, vuraq 3 faktorial. Kombinizon 6'dan 1'ə bizə elə 6'nın özünü verir. Yenə 5 faktorial, 2 faktorial, vuraq 3 faktorial. Kombinizon 4'dən 1 bizə 4 verir. Burada da elə bil, əslində kombinizon 5'dən 3 ortaq vuruq çıxarda bilərdim də. Yəni yaza bilərəm bunu. 5 faktorial, 2 faktorial, vuraq 3 faktorial, 6 ilə 4'ü toplayıb vuraq 10 yaza bilərəm. 3 ilə 5 xısar getdi, sürətdə qaldı 4 vur 5, məxrəcdə qaldı 2, vuraq 10. Bu da oldu cavab 100. Deməli 100 fərqli üsulla seçə bilərəm. 118-də bunun oxşarıdır. 118. Ümumiyyətlə uşaqlar, oxşar suallardan birinin izahına baxanda çalışın ikinci izahına baxmadan özünüz yazın. İndi deyir ki, qutuda 7 ağ, 3 qara, 5 sarı kürəcik var. Yalnız 4'ü ağ olmaqla 5 dənə kürəcik götürürsən. 5 dənə kürəcik. 5 dənə kürəcikdən 4 ağdır. Ağ. Biri ola bilər ki, qara olsun və ya 4 dənə ağ, bir dənəsi ola bilər ki, sarı olsun. İndi baxaq. 7 ağdan 4'ünü mütləq götürürəm və 3 qaradan birini götürürəm. Bu mütləqdir. Və ya 7 ağdan 4'ünü götürürəm və 5 sarıdan birini götürürəm. Yenə mən buradan kombinizon 7'dən 4'ü ortaq vuruq çıxardım. Kombinizon 3'dən 1 ilə 5'dən 1. 3 də gəl 5 verir. Bu da oldu 7 faktorial bölək 4 faktorial vuraq 3 faktorial. Oldu 8. 7 ilə 4 ixtisar getdi. Məxrəcdə qaldı 1, 2, 3. Sürətdə qaldı 5, 6, 7. Vuraq 8. Bu da ixtisar getdi 4. 4'ü 5'ə vurdum 20. 4'ü 6, 7'yə vurdum 42. Bu da oldu 840. Doğru cavab 840. Bu da ümumi həlli baxın belə. Sonra 119. Deməli 119. Bunun məxrəcində 3 itirmişik uşaqlar. 119 nədir hələ burada? Biz 840'ı 3'ə də bölməliyik. Dəqiq yanım onu düzəldim. 840'ı 3'ə bölüb. Sonra deməli 843'ə bölündə 280. Cavab 280'dir. Bu məxrəcində 3 var ya burada. Onu itirmişik. Fikir vermədim. Ondan özürlü sayın. 119-cu sualda. Baxın uşaqlar. Deyək, qrupda müəyyən sayda eyni hüquqlu iştirakçılar var. Seçilən iki iştirakçının birinin kapitan, digərinin onun köməkçisi olması üçün mümkün halların sayı 42'dir. Baxın, mən sizə dedim, şahmat məsələlərində, yəni qarşılıqlı şahmat oynama varsa, vektoru varsa, həmişə bunların seçimlərini permütasiya edirik. Bir də kapitan və onun köməkçisi və yaxud da sinif nümayəndəsi və onun köməkçisi. Belə deyək, eyni iş arxasıca gedəndə kombinizon ağlınıza gəlsin. Müxtəlif iş varsa orada permütasiya ağlınıza gəlsin. İndi bizə deyək ki, müəyyən sayda, bilmirik sayı nə qədərdir. Kapitan və onun köməkçisi 2 nəfər seçməliyik. Olur 42. İndi yazıram. X faktorial, x çıxaq 2 faktorial bərabərdir 42. X faktorial x çıxaq 2 gedir qalır x vuraq. X çıxaq 1, x çıxaq 2 faktorial. Məxrəcdə də x çıxaq 2 faktorial bərabərdir 42. Bunlar ixtisar getdi. Qaldı x vuraq, x çıxaq 1 bərabərdir 42. Bunun da kökləri x kvadrat çıxaq x çıxaq 42 bərabərdir 0. Bunun kökləri deməli toplayanda oldu 1, vuranda oldu mənfi 42, oldu 7 və mənfi 6. Bunu götürə bilmərəm. X-in qiyməti oldu 7. Sonra deməli bu belə oldu. Bunun həlli. Bu nömrə 119'dur. 120. Qrupda müəyyən sayda eyni hüquqlu iştirakçı var. Seçilən iki iştirakçıdan birinin kapitan, digərinin onun köməkçisi. Yenə permütasiya x-dan 2 bərabərdir 56. X faktorial, x çıxaq 2 faktorial bərabərdir 56. 2 vayda azaldırıq elə bil. X vuraq, x çıxaq 1 oldu 56. Bunun kökləri oldu
Çıxaq 56 bərabərdir 0. Toplayanda 1 vuranda -56. Deməli 8 və -7-dir. Mənfini götürmürəm. 120-də doğru cavab oldu 8. Deməli qrupda 8 iştirakçı var. Sonra 121-ə baxaq. 121-də n üstəgəl 5 faktorialla n çıx 4 faktorial çıxıb, məxrəcə toplayıb, n üstəgəl 5-də 121-ə bərabər edib. Uşaqlar, burada ortaq vuruq çıxardırıq. Məsələn, deyirəm ki, 4 faktorial üstəgəl 5 faktorial. Buradan mən 4 faktorial ortaq vuruq çıxarsam, qalar 1 plus 5. Çünki 4 faktorial 1-dən 4 ək mədədlərinin hasildir. 5 faktorial 1-dən 5 ək mədədlərinin hasildir. 1-dən 4 ək mədədlərinin hasilini ortaq vuruq çıxardıb, yerdə qalanlar yazıram. Bu sualda buna neyinidir? Baxın. İndi dəyişənlərlə birəndə sizi qorxutmasın. Sürətdə n üstəgəl 4 faktorial, n üstəgəl 5 faktorialdan bir vahid kiçikdir. Ona görə n üstəgəl 4 faktorialı ortaq vuruq çıxardıram. Vuraq. Mötərizdə qalır n üstəgəl 5, çıxaq 1. Məxrəcdə də yenə kiçik ortaq vuruq çıxardıram. N üstəgəl 3 faktorialı ortaq vuruq çıxartdım. N üstəgəl 3-ün yerində 1 qaldı. N üstəgəl 4 faktorial. 3 faktoriala qədər olan hissə gedib, n üstəgəl 4 qalıb. O da bərabərdir n plus 5-də 121. Sonra sadələşdirirəm. Sürətdə qaldı n üstəgəl 4-ün faktorialı. Vuraq. N üstəgəl 4. Məxrəcdə qaldı n üstəgəl 3-ün faktorialı. Vuraq. N üstəgəl 5. Bərabərdir 121-də n plus 5. Daha sonra ixtisar aparacağım. Deməli, n üstəgəl 3 faktorialına n üstəgəl 4 faktorial ixtisar getdi. Sürətdə qaldı n plus 4. Bir dənə də n plus 4 vardı. Məxrəcdə qaldı n plus 5 bərabərdir n plus 5-də 121. Biz burada məxrəcləri ixtisara apararıq. Ancaq kökü itirməməliyik. Yəni n plus 5-də ixtisar getdi. Amma n-in qiyməti heç vaxtı -5 ola bilməz. Çünki məxrəc 0 olmaz. Sonra yerdə qalan misal əldə edirəm. N üstəgəl 4-ün kvadratı bərabərdir 121. N üstəgəl 4 bərabərdir 11. Mənfi 11-i götürmürəm. Çünki mənfiyə bərabər olmaz. Doğru cavab oldu. Deməli 7. N-in 7 qiymət ödəyər. Əslində bunun köklərini tapsaydım, n üstəgəl 4 -11-də yazıb, n -15 yaza bilərdim. Amma biz deyirik ki, burada müsbət ədədlər olmalıdır. Ona görə mənfiləri götürmürəm. Doğru cavab oldu 7. 122. 122-də 3 fərqli məktub. Birinci məktub, ikinci məktub, üçüncü məktub. 5 poçt qutusuna neçə fərqli şəkildə qoyula bilər? Bizə demir ki, bir qutuya maksimum bir məktub qoymaq olar. Deyir, neçə fərqli üsulla götürülə bilər? Birinci məktubu 5 qutudan 5-nə qoya bilərəm. İkinci məktubu da 5 qutudan 5-nə qoya bilərəm. Üçüncü də bizə desəydi ki, əgər bir qutuya maksimum bir məktub qoyula bilər, onda yazardıq 5 vur 4 vur 3. Amma indi o söz işlətmədiyinə görə 5-i vuran 5-ə, onda 5-ə 125. Yəni şərtdə diqqətlə baxmaq lazımdır. Burada da 4 fərqli məktubu 3 poçt qutusuna neçə fərqli üsulla qoya bilərəm? Deməli, 4 fərqli məktubdur, 3 dənə poçt qutusudur. Burada da olur. Deməli, indi 4 dənə məktubdur. Birinci məktub, ikinci məktub, üçüncü məktub, dördüncü məktub. Bu məktublar 4 dənədir. Deməli, 3 poçt qutusuna qoymalıyım. Birinci məktubun 3 seçimi var. İkincinin də 3, bunun da 3, bunun da 3. Hamısının 3 dənə seçimi var. Ona görə doğru cavab oldu 81. Deməli, 124. 124-də deyir ki, 3 fərqli oyuncaqdır. 3 dənə oyuncaqdır. Tutaq ki, 3 dənə topdur. 3 oyuncaq 8 uşağa, hər uşağa ən çox bir oyuncaq vermək şərti ilə neçə üsulla verilə bilər? Hər uşağa ən çox bir hədiyyə verirəm, bir oyuncaq verirəm. İkincini verə bilmərəm. Ona görə birinci oyuncağı 8 uşaqdan birinə verməliyəm. Bir uşağa verdim, yerdə qaldı 7 uşaq. İkinci oyuncağı 7 uşaqdan birinə verməliyəm. Üçüncü oyuncağı 6 uşaqdan birinə verməliyəm. İndi bunların hasilini tapıram. Bunların tahsili oldu 336. Bizə o sözü işlətməsəydi ki, hər uşağa ən çox neçə oyuncaq vermək olar? Onda 8 vur 8 vur 8 yazardıq.
125'te də yenə 2 fərqli oyuncaq, 2 dənə oyuncaqdır. 9 uşağa, hər uşağa ən çox 1 oyuncaq vermək şərti ilə. Yəni birinci oyuncağı vermək üçün 9 uşaqdan birini verə bilərsən. İkinci oyuncağı vermək üçün 8 uşaqdan birinə verə bilərsən. Çünki birinci var axı oyuncağı. Doğru cavab oldu 72. 126. Yusif və İbrahimin də aralarında olduğu 10 nəfərlik heyət arasından 4 nəfəri neçə üsulla seçmək olar ki, bu 4 nəfərlik qrupun tərkibində Yusif və İbrahim olsun. 10 nəfər arasından ikisi Yusif və İbrahimdir. Yerdə qalır 8 nəfər. 4 nəfərlik heyət seçirik. 4 nəfərlik heyətdən biri Yusifdir, biri İbrahim. Yerdə qalır 2 nəfər tapmaq. Onu da kombinezon 8-dən 2 ilə tapıram. 8 faktorial, 6 faktorial vuraq 2 faktorial, 8-dən 6 gedir. Yuxarıda qalır 7 vur 8 bölə 2, o da oldu 56. Bölə 2, 28. Doğru cavab oldu 28. 127. Çinarə və Muradın da aralarında olduğu 9 nəfərlik heyət arasından indi biz 5 nəfər seçirik. 5 nəfərdən biri Muraddır, biri Çinarə. Yerdə qaldı 3 nəfəri müəyyən etmək. 9 nəfərlik heyətdən ikisi seçilib, qalıb 7 nəfər. 7 nəfərlik heyətdən də bizə 3-ünü seçmək lazımdır. Çünki ikisi məlumdur. 7 faktorial, 4 faktorial vuraq 3 faktorial. 5, 6, 7, bu da 1, 2, 3. Doğru cavab 35. 128-də də deyir ki, deməli 8 dənə nöqtə verib. 8 dənə nöqtədən bunu çevrə üzərində verib və deyir ki, bu çevrələrdən, bu nöqtələrdən keçən neçə dördbucaqlı çəkmək olar ki, 2 təpə nöqtəsindən biri A olsun, digəri B olsun. Deməli, biz bir dənə dördbucaqlı çəkirik. Təpə nöqtələrindən biri A, biri B-dir. Digər nöqtələr məlum deyir. Digər nöqtələri 8 dənə nöqtə. Deməli, 8-dən ikisi seçilib, qalıb 6-sı. Yazırıq kombinezon 6-dan 2-yə. O da 6 faktorial, 4 faktorial vuraq 2 faktorial, 5 vur 6, 30, 30 da 2-yə böldüm 15. 128-də doğru cavab 15. 129. 129-da 8 dənə çevrə üzərində 8 nöqtə verilibdir. Deməli, biz bu nöqtələrdən keçməklə 5 bucaqlı çəkməliyik. İndi bu 8 nöqtədən 5 bucaqlı çəkirik. Bir dənə 5 bucaqlı çəkək. Təpə nöqtələrindən biri A-dır, biri B-dir, biri C-dir. Yerdə qalır 2 nöqtəni müəyyən etmək. 8 nöqtədən 3'ü seçilib. Qalıb 5 nöqtə. Biz 5 nöqtədən ikisini də biz seçirik. 5 faktorial, 3 faktorial vuraq 2 faktorial. 4 vur 5, 20. 20'ni də 2'yə böldüm 10. Bundan bu qısa gedir. 4 vur 5 qalır. 129'da cavab 10. 130'da deyir ki, kombinezon 27-dən 3-ən çıxaq 1 bərabərdir kombinezon 27-dən 2 plus 3. Ümumiyyətlə yadımızda saxlayaq. Məsələn, kombinezon 27-dən 20 ilə kombinezon 27-dən 7 eyni cavabı verir. 20 ilə 7-nin cəmi 27-ni ödəyirsə, bunların qiymətləri eyni olur. Və kombinezon belə ola bilər. Kombinezon 27-dən 27 bərabər olar kombinezon 27-dən 27. Yəni, buradakı qiymətlər ya bir-birinə bərabər ola bilər, ya cəmi 27 ola bilər. Bunu misal üçün yazmışdım, başa düşəsiniz. İndi baxın, deməli 3n çıxaq 1, 3n çıxaq 1. Ya bərabər olmalıdır 2n plus 3'ə, onda n alınır 4 və ya 3n çıxaq 1 ilə 2n plus 3'ün cəmi 27'ni ödəməlidir. Bu da oldu 5n bərabərdir 25, n də oldu 5. Biri 4 oldu, biri 5. Bizə deyək ki, kökləri cəmini tapın. 4 və 5'in cəmi oldu 9. 131'də də eyni sualdır. Ya deməli bunların cəmi 44'dür. 4n çıxaq 3, 3n üstə gəl 5. Bunların cəmi 44 ola bilər. 7n bərabərdir 42, n oldu 6. Və ya bunlar bir-birinə bərabər ola bilər. İkinci şərt. 4n çıxaq 3, 3n üstə gəl 5'ə bərabər ola bilər. N də bərabərdir 8. 6 və 8'in cəmini soruşur. O da olur 6, 8 üstə gəl 6, 14. Bizdən də soruşur ki, deməli ikisi riyaziyyata getsin, biri isə fizikaya. İkisini bir yerdə soruşur. İndi bu da olur 20 faktorial
Böyle 18 faktorial vuraq 2 faktorial. Burada 18 faktorialdan 1 bizə elə 18 verir. 18. 18 faktorialın 20 faktorial ixtisar getdi. Qaldı 19 vur 20. 8 ilə də 2 ilə də 18 ixtisar getdi. Qaldı 9. Deməli bunu da vurdum, hasil oldu. 3004, deməli 34000 yox 3420. Hasıl oldu 3420. 133'e baxaq. 133. Sinifdə olan 15 şagirddən biri informatikadan olimpiyadaya gedir. Qalanları neçə nəfər qaldı? 14 nəfər qaldı. Qalanlardan ikisi isə kimya olimpiyadasına gedir. İndi bu olimpiyadaya gedənlər neçə fərqli üsulla seçilə bilər? 15 faktorialı böldüm 14 faktoriala. 14 faktorialda böldüm 12 faktorial vuraq 2 faktoriala. O da qaldı 15 vuraq 13 vir 14 böl 2. Bu da oldu 7. 15'e 13'e onu da 7'ye vuranda alınır. 1365. Doğru cevap oldu 1365. Sonra 134. 10 elementli çoxluğun ən çoxu 2 elementi olan neçə alt çoxluğu var? Baxın, ən çoxu 2 elementi ola bilər. Yəni kombinezon 10-dan 2-yə, bəs 1 elementli də ola bilər. Kombinezon 10-dan 1-ə, heç elementi olmayan da olar. 10-dan 0-a. Yəni boş çoxluq. İndi bunların cəmi nə oldu? 10 faktorialdan 2-yə qalır. 10 vur 9 böl 2. 10-dan 1 oldu 10. Bu da oldu 1. 45 üstə gəl 10 55 55'in üstə 1 gəldim 56 134'te 135'te də deyir 6 elementli çoxluğun ən çoxu 3 element olan neçə alt çoxluğu var? Ola bilər ki 6'dan 3 olsun və yaxud da 2 elementli çoxluğu 6'dan 2 olsun 1 elementli çoxluğu 6'dan 1 olsun bir də var ki heç bir elementi olmasın. Yəni boş çoxluq. Boş çoxluq da bunun alt çoxluğudur. O da olur 6 faktorial 3 faktorial vur 3 faktorial. Bunu geri sayımla da yaza bilərik. 6 vur 5 məxrəcdə oldu 2. Bu da elə 6. Bu da 1. 3 faktorialın bu getdi qaldı 4 5 6 20 üstə gəl 15 üstə gəl 7. 35'in üstünə də 7 gəldim. Oldu 42. 135'te cevap 42. Sonra 136. 136 nedir? 136. Deməli 2, 3, 5, 6, 7, 9. 6 dənə rəqəm verib, rəqəmləri təkrarlanmamaqla neçə müxtəlif 6 rəqəmli yazmaq olar. Elə bunların faktorialını soruşur da, öz aralarında yer dəyişməsini soruşur bizdən. 130, mən 137 rəqəmlərini yazmışam. Burada 136. 136'da 5 rəqəm verib. 1, 3, 4, 6, 8. Permütasiya 5'dən 5. Bu da oldu 5 faktorial 120. 137'də 6 rəqəmdir. Ona görə olur permütasiya 6'dan 6. O da oldu 6 faktorial. O da oldu 720. İndi 138-ci suala baxaq. 138. Permütasiya 7'den 4 bize verir 7 faktorial 3 faktorial. Bu da 7 vuraq. Permütasiya 3'den 3 bize verir 3 faktorial. Üstə gələk. 8'den 3 sürətli oldu 8 faktorial. Məxrəcdə 5 faktorial. 4'ten 4 ilə bizə verir 4 faktorial. O da bərabərdir. 3 faktorialdan 7 faktorial getdi. Qaldı sürətdə 4 vur, 5 vur, 6 vur, 7. Məxrəcdə oldu 7. 3 faktorialda bizə 6 verdi. Burada 5 ilə 8 ixtisar getdi. Qaldı 6 vur, 7 vur, 8. 1, 2, 3, 4. 6 ilə 6, 7 ilə 7 ixtisar getdi. Qaldı 20. Üstə gələk. 3'ü 2'yə vurdum. 6 ilə getdi. Bu da 2 ilə getdi. Oldu 14. Cəmi oldu 34. 138'də cavab oldu 34. 139'a baxaq. 139. 139'da deməli yenə bizə ifadə verir. Permütasiya 5'dən 3. 5 faktorial bölək
2 faktorial. Bu da oldu 2 faktorial. Üste gələk 10'dan 5 olur. 10 faktorial bölək 5 faktorial. 7 vuraq 5 faktorial. 5 ilə 2 ixtisar getdi. 3, 4, 5 bölək 2. 5 faktorial məxrəcdə 1, 2, 3, 4, 5 verdi. 5 faktorial 10 faktorial ixtisar getdi. 6, 7, 8, 9, 10. Bu ixtisar getdi 2. Cavab qaldı 30. Deməli 3'ü 2'yə vurdum 6. 6 ilə getdi. 7, 7 ilə getdi. 4, 4'ü 5'ə vurdum. Deməli 4 ilə 8 ixtisar getdi. 2 qaldı. 5 ilə 10 ixtisar getdi. 2 qaldı. 9 da 4'ə vurdum. 36. Bunların cevabı oldu 66. 140'a baxaq. 140. Permütasyondan 4. Sürətdə oldu 10 faktorial. Məxrəcdə 10'dan 4'ə çıxdım 6 faktorial. Vur 55. 11'dən 4 sürətdə 11 faktorial. Bu kombinizondur. Məxrəcdə oldu 7 faktorial. Vuraq 4 faktorial. Permütasiya 5'dən 5'də bizə 5 faktorial verdi. Sürətləri sürətlə sürətli ixtisar apara bilərəm. Tək-tək ixtisar apara bilərəm. Gəlin 6 ilə 4'ü ixtisar apardım. 6 ilə 10'u ixtisar apardım. Sürətdə qaldı 7, 8, 9, 10. Vuraq 55. 11 faktorialla 4 faktorial ixtisar apardım. Sürətdə qaldı deməli 8 vur, 9 vur, 10 vur, 11. 4 faktorial, 5 faktorial ixtisar getdi, qaldı 5. Elə buradan baxıram 5'i 11'ə vurdum 55. 10 ilə də 10 getdi. 9 ilə 9, 8 ilə 8. Hamısı getdi ixtisar. 140'da cavab oldu 7. 141. Permütasiya 12'dən 4. 12 faktorial. 12'dən 4 çıxdım 8 faktorial. Vuraq 20. Məxrəcdə 11 faktorial. 3 faktorial vur. 11'dən 3 çıxdım. Qaldı 8 faktorial. Bu da oldu 5 faktorial. Sonra ixtisarlarımı aparıram. 8 faktorialından 12 getdi, qaldı. Əslində elə 8 ilə 8 ixtisar apara bilərəm. Məxrəcdə də 8'dir, bu da 8'dir. Bu getsin, rahat olsun. Sürətdə qaldı 12 faktorial vur 20. Məxrəcdə qaldı 11 faktorial vur. 3 faktorialına 5 faktorial ixtisar getdi. 4 vur 5 qaldı. Elə bu 4 vur 5 20 oldu. 12 faktorial 11 faktorialda ixtisar getdi. Cavab qaldı 12. 141'də 12. 142. Ortaq məxrəcdə edə bilərik 142-ni. En üstə gələk 2 faktorialı mötərizənin daxilinə vurub açıda bilərəm. Gəlin vuracaq. En üstə gələk 2 faktorial bölək n faktorial. Üstə gələk 3 vuraq. En üstə gəl 2 faktorial. Məxrəcdə n plus 1'in faktorialı. Bərabərdir 35. En üstə gələk 2 ilə n faktorial ixtisar getdi. Sürətdə qaldı n plus 2. Azaltma üsulundan yazıram. N plus 1. N faktoriallar getdi. Üstə gələk. Burada da n plus 1 ilə n plus 2 getdi. Qaldı 3 vuraq. N plus 2. Bu da bərabərdir 35. Buradan n plus vurub açıb da yaza bilərəm. N plus 2'ni ortaq vuruq. Gəlin vuraq açıq. N kvadrat üstə gəl. 2n üstə gəl. N plus 2. 3n plus 6 çıxaq. 35 bərabərdir 0. Bu da oldu n kvadrat üstə gəl 6n çıxaq 21. 21 yox 27. Aha. 27 indi toplayanda -6. Vuranda -27. Bu da -9 və 3. -9'u götürmürəm. Doğru cavab oldu 3. 142'də 3. 143. Yenə mötərizənin daxilinə vurub açacağım. n plus 1 faktorialı bölürəm n minus 1 faktorialı. Yəni vuranda sürətə vurulur. Bu da 3 vuraq. N plus 1 faktorial. Məxrəcdə n faktorial. Bərabərdir 24. Bu da sürəti azaldıram. Deməli n plus 1. Birdən də azaltdım n. Növbəti gəlir n minus 1. O da n minus 1'dən ixtisar gedir. Sonra yenə sürəti azaldıram. 3 vuraq n plus 1. Bir dəfə özü qalır. Birdən azaldanda n faktorial olur. İxtisar gedir 24. Vurub açdım. N kvadrat plus n plus 3n plus 3 minus 24. O da oldu n kvadratı plus 4n minus 21.
Burada kökleri oldu -7 ve 3. Toplayanda -4, vuranda -21. -7 olmaz. Cevap oldu 3. Doğru cevap 3. Sonra baxaq 144-cü sual. 144-cü suala oxşar bayaq biz bir sual yazdıq. Amma burada şərtdə deyir ki, biz dedik ki, verib bizə kombinezon 9-dan x çıxaq 10, kombinezon 9-dan y plus 2. Biz dedik ya bunların cəmi 9 olmalıdır, ya bir-birinə bərabər olmalıdır. Şərtdə bizə deyir ki, bir-birinə bərabəri götürmə. Yaxşı, götürmə deyirsən, götürməliyik. Bizdən bunların cəmini soruşur. Gəlin yazaq. X çıxaq 10, üstə gələk, y üstə gələk 2. Bərabər deyirlərsə cəmlər 9-dur. O da x üstə gələk y, 9 üstə gəl 8, 17. 144'te cevap oldu 17. Sonra 145. 145'te de yine beraberlik halını deyir götürmə. Onda biz cəminin 8 halını götürərik. Aha, buradan da x üstə gələk. Y bərabərdir 8 plus 11. X plus y'in cevabı oldu 19. 146'da deyir ki A ədədinin 390'a qalıqsız bölündüyünü bilərək ən kiçik natural ədədi tapın. Deməli 390'a qalıqsız bölünür. A-nı bölürəm 390'a. A-nın da yerində n faktorial verir. 390'a bölünməlidir. Gəlin görək 390'ın sadə vurğular ayrılışında tərkibində nə var? 3'ə bölüm 130, 13'ə bölüm 10, 2'yə bölüm 5'də 5'ə 1. İndi mən nə ilə qiymət qoymalıyam ki, oradan 13 yaransın. Məsələn, 1 faktorial, 2 faktorial, 3 faktorial. 13'ə qədər hansı ədədin faktorialını qoyuram, oradan 13 yaranmır. 13 olmasa da bu da tam ixtisar gedə bilməz. Çünki 390'ın tərkibində 13 var. Deməli, mən nə etməliyəm? Ən azı 13 qoymalıyam ki, burada sürətdə olsun 13 faktorial. Sürətdə olsun 13 faktorial. Məxrəcdə də olsun 390. Onu da ixtisar gedə bilər. Məsələn, 14 faktorialda olsalar, 15 faktorialda olsalar. Çünki bunların hamısının tərkibində 13 var. Amma bizdən ən kiçiyini soruşur. Deməli, n-in ən kiçik qiyməti 13'dür. 12 faktorial olmaz. Niyə? Çünki onun tərkibində 13 yoxdur. 147. Yenə eyni sualdır. Ən kiçik qiymətini soruşur. N faktorial 340'a bölünməlidir. 340'ı sadə vurğular ayrım 2'ye böldüm 170, 17'ye böldüm 10, 2'ye böldüm 5'də 5'ə 1. Deməli bizdə 17 lazımdır. Olsun, məsələn 2 faktorial, deyimdə 5 faktorial yazsam tərkibində 5 var. Amma yəni 2 də ixtisar gedər, 5 də ixtisar gedər, amma 17 qalır orada. Yəni 17'nin ixtisar getmək üçün ən azı 17 yaza bilərəm. Amma 17'dən böyük qiymətlərdə yaza bilərəm. 18 faktorial, 19 faktorial istədiyim birini yaza bilərəm. Mənə ən kiçiyini soruşur. Ən kiçiyi oldu 17. 148. Yusif, Akif və Zahirin də olduğu 8 nəfərdən ibarət qrup 2 cərgədə olmaqla şəkil çəkdirməlidirlər. Deməli, birinci cərgə, bir də ikinci cərgə. İndi bizə deyir ki, Yusif, Akif və Zahir ön cərgədə. Tutaq ki, birinci cərgə ön cərgə olsun. Burada olur Yusif, Akif, Zahir. Qalanlar isə arxa cərgədədir. Arxa cərgədə də 5 adamdır. Adlarını bilmirik. Bu formada düzülsələr neçə fərqli üsulla şəkil çəkdirə bilirlər. İlk 3 adam ön cərgədə dursa da öz aralarında yerini dəyişə bilər. Onlar 3 faktorial. Arxadakı adamlar da öz arasında yerini dəyişə bilər. 5 faktorial. Əgər bizə desəydi ki, burada Yusif, məsələn, Akif, Zahir ön cərgədə dura bilər, arxa cərgədə də dura bilər. Onda aldığımız cavabı 2'yə vurardıq. Yəni 2 formada ola bilər. Ya biri öndə, ya digər arxada. Amma bizdən deyir ki, bunlar öndə durmalıdır. 3 faktorial oldu 6, 5 faktorial oldu 120. Bu da oldu 720. İndi 149'da 149'da yenə 2 cərgədir. Birinci cərgədə İbrahim, Namik, Sabir, Səid durubdur. Yerdə qalan 3 nəfər də arxa cərgədə durub. İndi bunlar öz aralarında yerini dəyişirlər. Oldu 4 faktorial. Birinci cərgə öz arasında yerini dəyişir 4 faktorial. İkinci cərgə öz arasında yerini dəyişir 3 faktorial. 24'ü də
6'ya vurdum. 144. 150'de deyir ki, heç biri bir-birinə paralel olmayan 6 fərqli düz xəttin ən çox neçə kəsişmə nöqtəsi ola bilər? Baxın, paraleli varsa bunların kəsişmə nöqtəsi yoxdur. Deməli, paralel deyilsə, bu 6 fərqli düz xətt kəsişə bilərlər. Mən kəsişməni ən azı ikisinin arasında götürürəm. Yəni, bir nöqtədən 2 düz xətt keçirmiş vəziyyətini götürürəm. Heç vaxt bir nöqtədə, məsələn, 3 düz xətti götürmürəm. Bu şərti götürmürəm. Niyə? Mənə deyir ki, kəsişmə nöqtəsi çox olsun. Kəsişmə nöqtəsinin çox olması üçün bunlar bir nöqtədə, məsələn, 6 dənədirsə, elə kəsişməlidirlər ki, bir nöqtədən ən çox ikisi keçsin. Kəsişmə xətlərinin çox olması üçün bir nöqtədə maksimum ikisini keçirsəm sayı çox olar. Əslində, bir nöqtədə 3-ünü də kəsişdirə bilərəm, 4-ünü də, 5-ini, lap 6-sını da. Onda kəsişmə nöqtələrinin sayı azalar. Kəsişmə nöqtələrinin sayını çoxalması üçün kombinezon 6 faktorialdan ikisini tapıram. 15. 151'də də yenə eynidir. 7 fərqli düz xəttin ən çox neçə kəsişmə nöqtəsi ola bilər? Kəsişmə nöqtələrinin sayının çox olması üçün kombinezon 7-dən 2 götürürəm. Az olması desəydi, elə kombinezon 7-dən 7 götürərdim də, hamısını bir nöqtədə kəsişdirərdim. Oldu 7 faktorial, 5 faktorial vur 2 faktorial, o da ixtisar getdi. 6 vur 7 böl 2. Cavab oldu 21. 152. 152'də deyir ki, 7 dənə rəqəm verib. Bu 7 rəqəmli ədədin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? 7 rəqəmli ədəd 6 rəqəmi ilə başlayır. Yerdə deməli mən 6 dənə rəqəm tapmalıyam. 6 rəqəm seçməliyəm. Aha, 6 rəqəm. Deməli bu 6 rəqəmdən mən 6-nı çıxmaqla yerdə qalır 2, 5, 5, 7, 7, 7. Bunlar öz arasında yerini dəyişə bilər. Sürətli olar 6 faktorial. Məxrəcdə burada təkrarlanan rəqəmlər var. Olur vuraq 2 faktorial, vuraq 3 faktorial. Bu söz məsələsi var idi. Eyni hərflər olanda həmin onların faktorialına bölürdük. Həmin məsələdəndir. 4 vur, 5 vur, 6, 1 vur, 2. Bunun da cavabı oldu 60. 152'de doğru cevap oldu 60. 153. A üstü gəl B üstü n binomun açılışında binomial əmsalların cəmi 128'i. Binomial əmsalların cəmi 2 üstü n düsturundan tapılır. 2 üstü n 128 ise 2'nin üstü n. Bu oldu 2 üstü 7. N oldu 7. Şimdi n 7 ise bu açılışın 4-cü həddin əmsalını soruşur. Kombinezon 7'den 3'e. A'nın üstü 7 çıx 3, B'nin üstü 3. Aha. O da oldu 7 faktorial, 4 faktorial bölü 3 faktorial. A üstü 4, B kubu. O da ixtisar getdi qaldı. 5 vur 6 vur 7. 6'lar da getdi 35. A'nın üstü 4, B'nin üstü 3. Doğru cevap oldu 35. 4-cü həddi soruşsaydı olardı 35 A üstü 4 B'nin kubu. Ama əmsalı soruşduğuna göre elə cevap oldu 35. 154. Deməli, D1 düz xətti üzərində 4 nöqtə verilib. 4 nöqtə. D2 düz xətti üzərində 5 nöqtə verilib. İndi bizə deyir ki, D1 D2'ye paraleldir. Təpələri bu nöqtələrdə olan üçbucaqların sayını tapın. Üçbucaq qurmağımız üçün bizə 3 nöqtə lazımdır. Amma o 3 nöqtənin ya ikisini D1'dən seçməliyik, birini D2'dən və ya ikisini D2'dən seçməliyik, birini D1'dən. Hamısını D1'dən və yaxud da hamısını D2'dən seçə bilmərik. Çünki üçbucaq düzəltmək üçün üçü bir düz xətt üzərində olmamalıdır. Birinci desəm ki, 4 nöqtədən ikisini götürürəm. Yəni D1 düz xətt üzərindən ikisini götürmüzə hökmən D2 düz xətt üzərindən birini götürməliyəm. Və ya D1 düz xətti üzərindən birini götürmüşəmsə, D2 düz xətti üzərindən ikisini götürməliyəm. Çünki üçbucaq qurmaq üçün mənə 3 nöqtə lazımdır. 4 faktorial, 2 faktorial vuraq, 2 faktorial. Bu da 5 faktorial, 4 faktorial. Üstə gələk. 4 faktorial, 3 faktorial vuraq, 5 faktorial, 2 faktorial vuraq, 3 faktorial. Əslində bu qədər uzatmadan yazmaq olardı.
El de yazıram arada gözünüz görsün. 3 vur 4. 3'ü 4'e vurdum 12. 12'yi 2'ye böldük 6. 6'ını da vurdum 5'e. Onsuz da kombinezon 5'ten 1 5 verirdi. 4'ten 3 4 verir. Vuraq. 3 ilə də 5 xısar getdi. 4 vur 5 20. 20'ni də 2'ye böldüm 10. 30 plus 40 doğru cevap oldu 70. 155. 155'də 1-dən 8'ə kimi rəqəmlər verilibdir. Çoxluğunun elementlərindən istifadə etməklə 4000-dən böyük 5'ə bölünən neçə 4 rəqəmli ədəd yazmaq olar? Deməli, biz ədəd verib 1, 2, 3, 4, 5, 6, 7, 8. 4000-dən böyük 4 rəqəmli ədəddir. İndi 4000-dən böyük neçə seçimimiz var? 4000-dən böyük olmaq üçün birinci yerə 4 də ola bilər, 5 də, 6 da, 7 də, 8 də. Aha, 4000'den böyük olan 5 seçimimiz var. Birinci yerə 5 ədəddən 5 rəqəmdən birini yazıram. Tutaq ki 4'ü yazdım. Və 5'ə bölünən. 5'ə bölünən olması üçün sonunda ya 0 durmalıdır ya 5. 5'ə bölünən sonda 1 seçimim var. Amma mən burada uşaqlar burada deyir ki rəqəmlər təkrarlana bilər. Yəni seçə bilərəm. Deməli 4000'dən böyük olmaq üçün birinci yerdə 5 seçimim oldu. 5'ə bölünməsi üçün sonunda yalnız 5 durmalıdır, 1 seçimim oldu. Onda mən buradan yəni 4'ün üstündə yıxa çəkirəm ki təkrarlana bilər. İkinci yerdə oldu 8 rəqəmdən 8 də dura bilər, digərində də dura bilər 8 rəqəmdən 8'i. Birincidə 1 2 3 ilə yazmadım, 1 2 3'ü seçmədim. Çünki 1 2 3 ilə başlasaydı bu 4000'dən kiçik olardı. Bunun da cevabı oldu 320. Deməli neylədik? 4 rəqəmli ədədi yazdıq. Birinci yerdə 5 seçimim oldu. 4 və 4'dən böyük ədədlər yazdım. Axırıncı yerdə yalnız bir seçim ola bilər. O da 5. Niyə? Çünki 5'ə bölünməlidir. Sonunda 5 durmalıdır mütləq. Rəqəmlər təkrarlana bilər. Ümumi 8 rəqəm var ki, ortada istənilən birini yaza bilərəm. O da 8 vur 8. Hasil oldu 320. 156'da 6 rəqəm verib. 1, 3, 4, 0, 9, 8. Burada da deyək ki, çoxluğun elementlərindən istifadə etməklə 50.000-dən böyük və 5'ə bölünən. 50.000-dən böyük 5 rəqəmli ədəd yazdım. İndi deyir 5'ə bölünən. 5'ə bölünməsi üçün sonunda mütləq 0 dayanmalıdır. Bu bir seçimi var. Başqa da olsa 5'ə bölünməz. 5'ə bölünən 50.000-dən böyük. 50.000-dən böyük olmaq üçün demək bunların üçün ya 4 9 ilə başlaya bilər ya 8 ilə 2 seçimim var. Amma ortada istənilən birini yaza bilərəm. 6 vur 6 vur 6. O da oldu 216 vur 2. 432. 157-ci sualda da deyir, bayaq yazdığım suala oxşardı. Təpələri verilən nöqtələrdə olan neçə qabarıq dördbucaqlı çəkmək olar? Dördbucaqlı çəkmək üçün üçü bir düz xətt üzərində olmamalıdır. İkisi bir düz xətt üzərində ola bilər. Birinci düz xəttin 6 nöqtəsi var. 6 nöqtə. İkinci düz xəttin 4 nöqtəsi var. Mən dördbucaqlı çəkmək üçün 6 nöqtədən ikisini götürməliyəm və ya 4 nöqtədən ikisini götürməliyəm. Və ya yox və. Çünki 6'dan ikisi və 4'dən ikisi. Çünki 4 dənə nöqtəm tamamlanmalıdır. Bu da 6 faktorial, 4 faktorial vuraq 2 faktorial. 4 faktorial, 2 faktorial vur, 2 faktorial. 4 faktoriallar getdi. 6 ilə 2'nin biri getdi. Qaldı 3, 4, 5, 6. Bu da 2'ye vuranda 4. 30'u da vurduq 3'e oldu 90. 157'də 90. 158. Deməli yenə biz burada 4 bucaqlı çəkirik. Birinci düz xətt üzərində 4 nöqtə var, ikisi lazımdır. İkinci düz xətt üzərində 5 nöqtə var, ikisi lazımdır. O da olur 4 vur 3. Azaltma ilə də yaza bilərəm. Məxrəcdə oldu 2 faktorial. 5'i də 2'dən azaldıram. 5 vur 4 məxrəcdə oldu 2 faktorial. 2'ni 2'ye vuranda 4 bu 4'dən ixtisar getdi. 4'ü 5'e vurdum 20. 20'ni də 3'e vuranda oldu 60. 158'də cavab 60. 159. 159'da deyir ki, müəyyən sayda şagirdi olan sinifdən 2 növbətçini 105 üsulla seçmək olur. Müəyyən sayda, yəni x sayda sinifdə nə var? Şagird var. Biz bundan ikisini seçirik. Seçdiyimizin ikisi də növbətçidir. Ona görə kombinezonla yazıram. Biri növbətçi, biri onun köməkçisi olsa permütasiya yazardım. İndi kombinezon x-dan 2 oldu 105.
Yazıram. X faktorial, x çıxaq 2 faktorial bölü 2 faktorial. Bu da bərabərdir 105. Bunlar ixtisar getdi, qaldı x vuraq, x çıxaq 1 bərabərdir 210. X kvadratı çıxaq, x çıxaq 210 bərabərdir 0. Deməli, toplayanda 1 olmalıdır. Vuranda mənfi 210. Bu da 14 və 15. Mənfi 14 ilə 15. Deməli, sinifdə 15 dənə şagird var. Mənfini götürmürəm. Bizdən deyir, bu 15 şagirddən 12'si qızdır. 12'si qızdırsa 3 oğlan olur da. 15'dən çıxıram 12'ni. Qalır 3 nəfər oğlan. 160. Müəyyən sayda şagirdi olan sinifdən 2 növbətçini 120 üsulla seçmək olar. Yenə kombinizon x-dan 2'yə bərabərdir 120. X faktoriyalı böldü x çıxaq 2 faktoriyala, onda vurduq 2 faktoriyala oldu 120. Bunlar ixtisar getdi. X vuraq x çıxaq 1 bərabərdir 240. Deməli x kvadrat çıxaq x çıxaq 240 0. Buradan da toplayanda 1, vuranda mənfi 240. Buradan da deməli mənfi 16 və 15. Mənfi 16 və 15 olmalıdır. Səhv etmirəmsə. Bizdə deyək ki, sinifdə 10 qız var. 10 dənə qız varsa, yerdə qalanları oğlandır. Amma yox, biz 16'nı müsbət 15'i mənfi götürməliyik. Çünki toplayanda 1 olmalıdır. Deməli, sinifdə 16 şagird var. Bəli, 16 şagirddən 10 dənəsi qızdırsa, 6'sı olur oğlan. 161. Deyir 2 fizika, 3 kimya, 2 riyaziyyat müəllimi dairəvi masa ətrafında 7 sulda neçə fənni, deməli eyni fənni tədris edənlər yan-yana olmaqla neçə fərqli şəkildə otura bilərlər. Deməli fizika müəlliminin 2 dənədir. 2 dənə fizika müəllimi var. Kimya müəllimi 3 dənədir. Riyaziyyat müəllimi də 2 dənədir. Aha. Bunlar dairəvi stol arxasında yan-yana oturmalıdırlar. Deməli və bizə deyir, eyni tədris edən fənlər yan-yana olsun. Fizika müəllimləri 1, kimya müəllimləri 1, riyaziyyat müəllimləri də 1 olsun. Deməli, fizika müəllimləri 1 olsa belə öz arasında yerini dəyişə bilər. Bu oldu 2 faktorial. Kimya müəllimləri də öz arasında yerini dəyişə bilər. 3 faktorial. Riyaziyyat müəllimləri də öz arasında yerini dəyişə bilər. Bu da oldu 3 faktorial. 2 faktorial. Riyaziyyat müəllim 2 dənədir. 2 faktorial. Amma bunlar dairəvi stol arxasında oturublar. Dairəvi stolda fizika müəllimdə 1 sayılır, kimyada, riyaziyyatda. Deməli 3 çıx 1'in faktorialına vururam. Niyə? Çünki dairəvi stol deyəndə həmişə biz birini çıxıb vururduq da. Bunlar da ayrı-ayrı yer dəyişmə olsaydı, yəni bizə deməsəydi ki, şərtdə ki, fizika, kimya, riyaziyyat müəllimləri yan-yana otursun. Ümumi burada deməli vardı 7 fən. Mən 7 çıxaq 1'in faktorialını yazmalıydım. Amma bizə deyir ki, bunlar yan-yana otursun, ayrılmasınlar. 2 vur, 6 vur, 2 vur, 2. O da oldu 8 vur 6, 48. 162. 162'də də tarix müəllimi 3 dənədir, coğrafiya müəllimi 2 dənədir, riyaziyyat müəllimi 3 dənədir. Yenə bunlar dairəvi masa ətrafında oturubdular, 8 stulda. Eyni fənni tədris edənlər yan-yana olmaq şərti ilə neçə fərqli stulda otura bilər? Tarix müəllimi 3 nəfər öz aralarında yerini dəyişə bilər. Coğrafiya müəllimləri də öz arasında yerini dəyişə bilər. Riyaziyyat müəllimləri də öz arasında yerini dəyişə bilər. Və ümumilikdə bunlar ayrılmazdılarsa bunlar 1, 1, 1. Elə bil 3 nəfər gedirlər. O da oldu 3 çıx 1'in faktorialı. Çünki dairəvi masa ətrafında əyləşibdilər. 6 vur, 2 vur, 6 vur. 3'dən 1 çıxdı, bu da oldu 2. 144. 144 doğru cavabdır. Daha sonra 163. Deməli 163'da deyir ki 5 oğlan və 2 qız bir sırada yan-yana qoyulmuş 7 stulda. Qızlar sıranın əvvəlində və sonunda olmaqla neçə fərqli şəkildə əyləşə bilər. Deməli bir dənə qız əvvəldə oturubsa, bir qız da sonda otura bilər. Oğlanlar ortadadır. 5 oğlan da ortadadır. 5 oğlan. Bu neçə sula yer dəyişə bilər? Birinci bu qız əvvəldə, bu qız da sonda oldu 5 faktorial. Oğlanların yerini dəyişirəm. Bu da oldu 120.
Amma qızlar da öz arasında yerini dəyişir. Məsələn, bu birinci qız, bu ikinci qız. Birinci qız arxaya keçər, ikinci qız əvvələ gələ bilər. Amma oğlanlar yenə öz qaydasındadır. Ona görə bunu da vururuq 2-yə. Olur cavab 240. 164-də də yenə eyni sualdır. Deməli 4 qız, 4 dənə qız ortada durub. Öz arasında yerini dəyişə bilir. Amma birinci sıranın əvvəlində oğlan ola bilər, sonunda da oğlan ola bilər. Birinci oğlan, ikinci oğlan. Amma oğlanlar öz arasında yerini dəyişə bilər. Birinci sırada oturan axıra keçər, axırdakı əvvələ keçər. 4-ümüz oldu 4 faktorial. Vuraq 2, çünki 2 fərqli üsul var. O da oldu nə? 24 vuraq 2, cavab oldu 48. Bil əvvəldə oturan qızı, oğlanı keçirdirəm arxaya, arxadakı oğlanı keçirdirəm əvvələ. 165. X çıxaq 3 üstü n binomun açılışında binomial əmsalların cəmi 128-dir. Binomun açılışında binomial əmsal 2 üstü n düsturundan tapılır. 2 üstü n 128-dirsə, n-in qiyməti 7-dir. N-in yerinə 7 yazanda x çıxaq 3-ün üstü 7. İndi bizə deyir ki, 3-cü həddin əmsalını tapın. Yazırıq kombinizon 7-dən 2-yə. 3 deyilənə görə birini çıxırıq. X-in üstü 7 çıxaq 2, 5. Mənfi 3-ün kvadratı. O da oldu 7 vur 6 bölü 2. X-in üstü 5 vur 9. Bu da ixtisar getdi. 21'i vurdum 9'u x-in üstü 5. O da oldu 189 x-in üstü 5. Deməli bu həddin əmsalı oldu 189. 166. Binomun açılışında yenə binomial əmsalların cəmi 32'dir. Yazıram 2'nin üstü n 32, n oldu 5. İndi yerinə 5 yazıram. X plus 5'in üstündə 5. Deyir 4-cü həddin əmsalını tap. Yazıram kombinizon 5'dən 3'ə x-in kvadratı, yəni 5'dən 3 çıxıram. 5'in kubu. Bu da 5 vur 4 vur 3. Məxrəcdə qaldı 2 faktorial. X-in kvadratı vuraq 125. Bu da ixtisar getdi ki 5'i 2'yə vurdum 10, 3'ə vurdum 30. 30'u vururam 125 x-in kvadratına. O da oldu 1250 x-in kvadratı. Doğru cavab oldu 1250. İndi baxaq 167-ci suala. X-in kubu üstə gələk 1 bölək x-in kubunun üstü 7. Binomun açılışında x üstü 9'uncu, deməli x üstü 9'un əmsalını tapın. Baxın, x üstü 9 neçənci həddin əmsalı da bilmirəm. Tutaq ki, n-ci həddin. N-ci həddin. Yazıram kombinizon 7'dən n minus 1. X-in kubunun üstündə bunların fərqi 7'dən bunu çıxanda qaldı 8 minus n. Vuraq 1 bölək x-in kubunun üstündə n çıx 1. Bunu sadələşdirəndə x üstü 9 alınmalıdır. Əmsalı yox, bizə deməli onun dəyişəni. İndi sadələşdirirəm. Mənə bunun dəyişən hissəsi lazımdır x-lar. Deməli yazıram. Olur x-in üstündə 24 çıxaq 3n vuraq x-in üstündə mənfi 1 bölək x-in kubunu x-in üstü mənfi 3 yazıram. O da vurulanda olur mənfi 3n plus 3. Bərabərdir x-in üstü 9. Buranda üstlər toplanır. X-in üstü olur 24 ilə 3 oldu 27. Çıxaq 6n. O da oldu x-in üstü 9. 27 çıxaq 6n oldu 9. 6n bərabərdir 27'dən 9 çıxdıq 18. N də oldu 3. Binomun açılışında x üstü 9'un əmsalını tapın. N3 tapmışamsa əmsal budur. Bu altından qırmızı xətt çəkdiyim əmsaldır. İndi bu əmsalı tapıram. Yerinə 3 qoyub hesablayıram. Olur kombinizon 7'dən 3'dən birini çıxanda qalır 2. 7'dən 2. O da oldu 7 faktorial. 5 faktorial vuraq 2 faktorial. 6 vur 7 42. 42'nin də yarısı 21. Doğru cavab oldu 21. %168-ci sualda eyni sualdır.
Binomun açılışında x üstü 20'nin əmsalını tapın. X üstü 20 bilmirik neçənci həddin əmsalıdır. Tutaq ki, n-cin həddin əmsalıdır. Yazıram kombinizon 9-dan n çıx 1-ə. X üstü 4'ün üstündə bunların fərqi oldu 10 çıx n. Deməli, 1 bölü x üstü 4'ü x üstü mənfi 4 yazacağım ikinci həddi. O da olsun n çıx 1. Deməli, buradan x-in üstü 20'yə bərabər etməliyim dəyişənləri. Oldu x-in üstündə 40 çıxaq 4n, x-in üstündə mənfi 4n plus 4 bərabərdir x-in üstü 20. O da vuranda üstlər toplanıldı. X-in üstü oldu 44 çıxaq 8n bərabərdir x-in üstü 20. X-ləri attım. 44 çıx 8n 20'dir. 8n 24, n oldu 3. N 3'lüsə bizə əmsalı soruşur. Kombinizon n çıx 1 bərabərdir kombinizon 9'dan 2'yə. 9 vur 8 böl 2. Bu da oldu 36. Deməli, əmsal oldu 36. 169. Bizə deyir ki, binomun açılışında orta həddin əmsalını tapın. Baxın, 2x plus 1'in üstü 6. Orta hədd deyəndə yazırdıq kombinizon 6'dan 3'ə. Birinci hədd bizdə 2x-dir. 2x'in üstü 6 çıxaq 3, 1'in üstü 3. O da oldu 6 faktorial, 3 faktorial vuraq 3 faktorial. Bu da deməli oldu 2x'in kubu, o da 8x kubu. Vuraq 1. İxtisar getdi, sürətdə qaldı 4 vur 5 vur 6. 6 ilə də 3 ixtisar getdi, qaldı 20 vur 8x'in kubu. 20'ni də 8'ə vuranda 160 x'in kubu. Bizdən əmsalı soruşur. Əmsal oldu 160. 170. Bizə indi verib x plus 2'nin üstündə 8. Binomun açılışında orta həddin əmsalını tapın. Yenə orta hədd kombinizon 8'dən 4'ə. X'in üstü 8 çıxaq 4. 2'nin üstündə 4. O da oldu 8 faktorial. 8'dən 4 çıxdın 4 faktorial vur 4 faktorial. X'in üstü 4 vur 16. Çünki üstü 4 16 olur. Bu da ixtisar getdi. Məxrəcdə qaldı 1, 2, 3, 4. Sürətdə qaldı 5, 6, 7, 8. Vuraq 16. X'in üstü 4. 4'ü 3 ilə 2 oldu 6. İxtisar getdi. 4 ilə də 8 ixtisar getdi. 2 qaldı. 5'i 2'ye vurdum 10. 10 da 7'ye vurdum 70. 70'i vurdum 16. X'in üstü 4'e. O da oldu 1120 x'in üstü 4. Əmsal soruşur da, bu da 1120. 171. 8 elementli çoxluğun ən az 6 elementli neçə çoxluğu var. Deməli, ən az 6'dır. 8'dən 6 da ola bilər. 8'dən 7 də ola bilər. 8'dən 8 ola bilər. Ən az 6'dır. 8'dən 6 olur. 8 faktorial, 6 faktorial vuraq 2 faktorial. 8'dən 7 8 verdi. 8'dən 8 də 1 verdi. 6 ilə 8 ixtisar getdi. 7 vur 8 56. 2'yə böldüm 28. 28'in üstünə də 9 gəldim. Oldu 37. 172. 9 elementli çoxluğun ən az 7 elementi olan neçə çoxluq var? Ən azı 7. Kombinizon 9'dan 7 də ola bilər. Ən azı 7. Kombinizon 9'dan 8 də ola bilər. 9'dan 9 da ola bilər. 9'dan 7 verir 9 faktorial. 7 faktorial vuraq 2 faktorial. 9'dan 8 9 verdi. 9'dan 9 1 verdi. 7 ilə 8, 9 ixtisar getdi. 8 vur 9 qaldı. 72'ni 2'ye böldüm 36. Üstüne 10 geldim 46. 172'de cevap oldu 46. 173. 173'te deməli A bərabərdir. Bizə veribdi 3, 4, 5, 6, 7. 5 rəqəmli çoxluq veribdir. Çoxluğun elementlərindən istifadə edərək rəqəmləri müxtəlif mümkün olan bütün 5 rəqəmli ədədlər yazıldıqda həmin ədədlərin neçəsində tək rəqəmlərin hər biri yan-yana var. Tək rəqəmlər yan-yana olsun. 3, 5, 7. Bunlar ayrılmazdı. 4 ilə 6 ayrıla da bilər. 3, 5, 7 ayrılmazsa bunlar sayı olaraq 1 gedir. 4 ilə 6 da 2 gedir. Toplamda bunlar oldu.
3 dənə 3 faktorial. Vuraq bir də bunlar öz arasında yerində dəyişə bilər. 3, 5, 7. Vuraq 3 faktorial. O da oldu 6 vur 6, 36. 174. Bizə deməli m bərabərdir 3 dənə ifadə verib onların cəmini verib. Deyir bu belə olarsa a üstə gəl b üstə gəl m cəminin ən kiçik qiymətini tapın. Deməli faktorialın ən kiçik qiyməti 0 faktorial olsa olur. O da 0 faktorial 1-ə bərabərdir. Yəni m-in qiymətində biz mötərizələrin içərisinə 0 kimi baxsaq, bu ifadəyə də 0 deyə bilərəm, buna da 0 deyərəm, buna da 0 deyərəm. İndi bunların 0 olması üçün onda m olur 0 faktorial üstə gəl 0 faktorial, o da 0 faktorial. Bu da 1 plus 1 plus 1 oldu 3. M-in ən kiçik qiyməti 3-dür. İndi biz 5a çıxaq 6 çıxaq a kvadratı bərabərdir 0. Bir də 7a çıxaq 12 çıxaq a kvadratı bərabərdir 0. A-nın elə qiymətini götürməliyik ki, bu ifadələrin hər ikisi 0 olsun. Gəl bunun köklərini tapaq. A kvadrat çıxaq 5a üstə gəl 6 0-dır. A kvadrat çıxaq 7a üstə gəl 12 0-a bərabərdir. Bunun kökü olur 2 və 3. Bunun kökü olur 3 və 4. O da oldu ortaq kök 3-dür. Deməli A3 olanda bunlar 0-a bərabər olur. Deməli bizə lazımdır axırıncı kökü də, axırıncı mötərizəni də 0 edək, axırıncı ifadəni. Bunu da 0 etsəm, A-nın qiymətini də 3 tapdım. 3 çıx 8 plus b bərabərdir 0-a, b də oldu 5. Deməli, b oldu 5, a oldu 3, m də oldu 3. Bizə deyir ki, bunların cəmi a plus b plus m cəmini tapın deyir. 3 plus 5 plus 3, o da oldu 11. Ən kiçik qiymətləri 11. 175. 175-də deməli hesablayaq. Permütasiya 8-dən 3 olur. 8 faktorial böl 5 faktorial. Birincini hesablayırıq. Üstə gəl 30. O da qaldı 6, 7, 8. Üstə gələk 30. Bunlar da bir-birinə vuranda olur 336. Üstə gəl 30. O da oldu 366. İndi 366 7-yə böldükdə qalxdı 6 alınır. Bu 5-ə və 10-a bölünə bilməz. 7-yə bölünməlidir. Yəni bunu 7-yə bölək. 7-yə bölək, görək neçə alınır. 5 dəfə 35, 16-nın içində 7, 2 dəfə 14, qaldı ki, 7-yə böldükdə qalxdı 2 alınır. Birinciyə B variantı uyğundur. İkinciyə baxaq. Kombinizon 9-dan 3, 9 faktorial, 6 faktorial vuraq, 3 faktorial. Üstə gələk 20. 9 faktorialın 6 faktorial ixtisar getdi. 7, 8, 9 qaldı. Məxrəcdə oldu 6. Üstə gəl 20. Bunu da hesablayanda cavab alınır. 104. 104. Deməli, 104-ü indi 7-yə bölək. 104-ü bölürəm 7-yə. Bir dəfə 7 qaldı 34. O da oldu 4 dəfə 28. Qaldı 6. Qaldı 6. Deməli, ikinci A variantı uyğundur. Üçüncüyə baxaq. 4 faktorial, üstə gələk 60. O da 24 plus 60, o da oldu 84. 84 də 7-yə tam bölünür. Buna da uyğundur C variantı. 1 oldu. B, 1B, 2A, 3 də C. Sonra 176-da birincidə. Permütasiya 9-dan 3, 9 faktorial böl 6 faktorial, üstə gələk 20. O da oldu 7 vur, 8 vur, 9, üstə gəl 20. Bunun da cavabı oldu 524. İndi 524 deyir. 9-a böldükdə qalxdı 2 alınır. Gəlin 524-ü 9-a bölək. Görək qalxdı neçə alınır. 52-nin içində 9. 5 dəfə 5 vur 45. O da qaldı 74. 8 dəfə 72 qaldı 2. Qaldı 2. Deməli, birinciyə A variantı uyğundur. Sonra baxaq ikinciyə. Kombinizon 10-dan 2-yə oldu 10 faktorial. 8 faktorial vuraq 2 faktorial. Üstə gələk 40. 8 ilə də ixtisar getdi. Qaldı 9 vur 10. Böl 2 40. O da elədi 45. Üstə 40 gəldi 95. 95-də indi bizə deyir hansı uyğundur? 95 yox 85.
Burada 45 qalmışdı. 85-də də hansı uyğundur bizdə? Baxaq. 85-i 9-a böldükdə qalxda 4 alınır. İkinciyə B uyğundur. 3'e baxaq. 4 faktorial üstə gəl 76. 24'ün üstünə 76 gələndə cavab oldu 100. 100 də 10'a qalxsız bölünür. Üçüncü oldu cavab Y. Deməli 1A, 2B, 3 də Y. Baxaq 177-ci sual. 177. K3 olduqda M tapaq. Permütasiya 6'dan 3. 6 faktorial, çıxanda 3 faktorial, vuraq 3 faktorial. Da ixtisar getdi. 4 vur, 5 vur 6. Məxrəcə də oldu 6. Bu oldu 20. M oldu 20. 177. M bərabərdir. Permütasiya 6'dan K'ya. K3 olduqda tapaq birinci. K3 olanda olur permütasiya 6'dan 3. O da 6 faktorial bölə 3 faktorial. O da ixtisar gedir 4, 5, 6. Onda cavab oldu 120. Birinciyə D variantı uyğundur. Permütasiya 6'dan 2 olsa K2 olanda olur permütasiya 6'dan 2. 6 faktorial böl 4 faktorial. 5 vur 6, 30. Buna C variantı uyğun oldu. Üçüncüdə də deməli K7 olduqda olur permütasiya deməli 6'dan 7. Bunda mənası yoxdur B variantı. Çünki çox əvvəldə, az da sonra da yazılmalıdır. Çoxdan aza doğru olmalıdır. Növbəti sual 178. 178 də buna oxşar sualdır. Yenə birincidə permütasiya 3'dən 4 mənası yoxdur. 1'ə uyğundur. 2'yə baxaq. Deməli 2'də də 6 olanda olur. Permütasiya 6'dan 4. 6 faktorial. 2 faktorial. O da qaldı 3, 4, 5, 6. 18'i vurdum 20'ye. 360. İkinciyə A uyğundur. 3'ə baxaq. O da olur permütasiya 5'dən 4. Elə bu da oldu 5. Faktorial 120. Buraya cevap alındı. B variantı. 179. A bərabərdir. Birinci yazırıq. 2 deməli 3A plus 2B'nin üstü 4. Binomial əmsalların cəmi B'dir. B bərabər binomial əmsal 2 üstə endüstrundan tapılır. O da oldu 16. İkinci deyək ki, binomun açılışındakı əmsallar C bərabərdir. Yerinə 1 yazıram dəyişənlərin. 3 vur 1, 2 vur 1'in üstü 4. O da 5'in üstü 4, 625. İndi birincidə B16 A variantı uyğundur. 625'dən də 16 çıxsaq, 625'dən 16 çıxsaq, qalır elə 609. Buna həm də D variantı uyğundur. Sonra ikinciyə baxaq. İkinci. Yəni A bərabərdir. Bizə verib 5A çıx 3B'nin üstündə 6. B'ni tapmaq üçün 2 üstü 6 olur 64. C'ni tapmaq üçün dəyişənlərin yerinə 1 yazıram. 5 vur 1, 3 vur 1'in üstü 6. O da 2'nin üstü 6, 64. Deməli B C'yə bərabərdir. B C'yə bərabərdir. Buna C variantı uyğundur. Üçüncüdə də baxaq. Üçüncüdə də deməli A'ya verib qiymət 4A çıx B üstü 5. Binomial əmsalların cəmi 2 üstü 5. Mötərizənin içindəki ifadə nasıl olmayaraq həmişə 2 üstü endüstrundan tapılır 32. Binomun açılışındakı əmsallar cəmi deyəndə dəyişənlərin yerinə 1 yazırıq. O da oldu 3'ün üstü 5. 243. Şimdi burada cevap B32'dir. B variantı. Bir de fərqi 211 görə ödəyir. Deməli 243'dən 32 çıxanda 211. Fərqi 211 Y variantı da uyğundur. Deməli 1'ə oldu A, D, 2'ə oldu C, 3'ə oldu B, Y. 180. Deməli birincidə binomial əmsalların cəmi B bərabərdir 2 üstü 6 oldu 64. C bərabərdir. Dəyişənlərin yerinə 1 yazanda olur 4 çıx 3'ün üstündə 6. O da oldu 1'in qüvvəti 1. 1 üstü 6 1 oldu. Deməli B 64 D variantı uyğundur. Bir də bunların cəmi 65 B variantı uyğundur. İkinciyə baxaq. Yenə B'nin yerinə biz qiymət qoyuruq. Nə soruşur bizdən? 2 üstü 4. Aha.
2 üstü 4 oldu 16. Seni de tapmaq üçün yenə dəyişənlərin yerinə 1 yazıram. 7 vur 1, 5 vur 1'in üstü 4. 2 üstü 4 bu da oldu 16. Deməli C, B'ye onlar da 16'ya bərabərdir. İkinciyə C variantı uyğundur. Üçüncüdə də deyir ki, yine B'ni tapmaq üçün 2 üstü 5'i tapıram olur 32. C'ni tapmaq üçün yerinə 1 yazıram. 4 vur 1 çıx 1'in üstü 5. 3'ün üstü 5 243. İndi bizdən deməli B 32'dir. Birinci A uyğundur. Bunların cəmi 32 ilə 243'ün cəmi 275 verir də. Bu da Y uyğundur. 181. Biz buna ait sual işləmişik. Çevrə üzərində 7 nöqtə qeyd olunub. Təpələrindən ikisi A və B nöqtələrində olan neçə 5 bucaqlı çəkmək olar? Biz dedik ki 5 bucaqlı çəkmək üçün 5 nöqtə lazımdır. A və B ikisini seçib. Deməli 7 nöqtədən ikisi seçilib, yerdə qalıb 5 nöqtə. Biz 5 bucaqlının bütün təpələrini tapmaq üçün ikisi var, 3'ü yoxdur. 5 nöqtədən 3'ünü biz tapırıq. Bu da olur 5 faktorial, 2 faktorial vur 3 faktorial, 4 vur 5 böl 2. Doğru cevap oldu 10. 182. Çevrə üzərində deməli 9 nöqtə qeyd olunub. 9 nöqtədən təpələrindən ikisi C və D nöqtələrində olan neçə 6 bucaqlı çəkmək olar? 6 bucaqlı çəkmək üçün bizə 6 nöqtə lazımdır. İkisi məlumdur. Deməli 9 nöqtədən ikisi seçilib qalıb 7 nöqtə. 7 nöqtədən 6 bucaqlını deməli baxın 6 bucaqlı budur da. 2 təpə nöqtəsi var. Biri C'dir, biri D'dir. Bizə 4 dənəsi lazımdır. Deməli kombinezon 7'dən 4'ü. 4'ünü seçməliyim. 7 faktorial, 4 faktorial vuraq. 3 faktorial. Yuxarıda qaldı 5, 6, 7, 1, 2, 3. Onlardan cevap alınır 35. Doğru cevap oldu 35. 183. 6 fərqli riyaziyyat kitabı var. 3 fərqli kimya kitabı var və 7 fərqli fizika dərslikləri var. Bunlardan müxtəlif fənnə aid olan 3 kitabı neçə müxtəlif üsulla seçmək olar? 3 dənə kitab lazımdır. Birinci, ikinci, üçüncü. Birinci yerdə riyaziyyat kitablarını seçsəm 6 seçimim var. İkinci yerə kimyanı seçsəm 3 seçimim var. Üçüncü yerdə isə fizikanı seçsəm 7 seçimim var. Bunların da hasil olduğu 21 vur 6, 126. 184. 4 fərqli riyaziyyat, 5 fərqli tarix, 8 fərqli coğrafiya dərsliklərindən müxtəlif fənlərə aid olan 3 kitab. Yeni 3 kitab seçirəm. Birinci kitab riyaziyyat olsa 4 seçimim var. 5 dənə tarix seçimim var. 8 dənə də coğrafiya seçimim var. Bu da oldu 160. 185'te deyir ki, çevrə üzərində 8 müxtəlif nöqtə qeyd olunmuşdur. Başlanğıcı və sonu bu nöqtələrdə olmaqla neçə vektor çəkmək olar? Baxın, çevrə üzərində 8 nöqtə qeyd olunub. 8 nöqtə qeyd olunsa və bu nöqtələrdən keçməklə neçə düz xətt çəkmək lazımdır desə, neçə düz xətt çəkmək olar desə, məsələn, AB. AB və vektoru. Vektor desə fərqli olur, düz xətt desə, vətər desə fərqli olur. Niyə? Məsələn, AB vətəri, BA vətəri. Bu eyni anlayışdır. AB vətəri, BA vətəri. İkisi də eyni düz xətti ifadə edir. Amma AB vektoru, BA vektoru. Bunlar fərqli qiymətlərdir. Ona görə də çevrə üzərində 8 müxtəlif qeyd olunmuşdur deyəndə biz bunu deməli müxtəliflik barədə permütasiya ilə yazırıq. 8'dən 2'ye. Bu da oldu 8 faktorial, 6 faktorial. Bizə burada 2 yoxdur. Aha. Onun da cevabı oldu 7 vur 8, 56. 186. Yine burada çevrə üzərində 9 müxtəlif nöqtə qeyd olunmuşdur. Başlanğıcı və sonu bu nöqtələrdə olmaqla neçə vektor çəkmək olar? Vətər desəydi, kombinezon 9'dan 2'ye götürərdik. Vektor dediyinə görə permütasiya yazırıq 9'dan 2'ye. 9 faktorial, 7 faktorial. Bu da oldu 8 vur 9, 72. 187. Deyək, çevrə üzərində 6 nöqtə qeyd olmuşdur. Təpə nöqtələri çevrə üzərində qeyd edilən bu nöqtələr olmaqla ən çox neçə çoxbucaqlı çəkmək olar? Çoxbucaqlılar 3 bucaqlardan başlayır da, yəni 1 bucaqlı, 2 bucaqlı yoxdur.
6 nöqtədən 6 dənə çəkə bilərəm 6 bucaqlı və yaxud da 6 nöqtədən 5 bucaqlı çəkə bilərəm. 6 nöqtədən 4 bucaqlı çəkə bilərəm. 6 nöqtədən 3 bucaqlı çəkərəm. 2 bucaqlı olmur. Bunu hesablayıb cavabını tapıram. 6-dan 6 bizə 1 verir. 6-dan 5 6 verir. 6-dan 4 6 faktorial bölək 2 faktorial vuraq 4 faktorial verir. 6-dan 3 6 faktorial bölək 3 faktorial vuraq 3 faktorial verir. Bu da oldu 7 üstə gələ ixtisar getdi. 5 vur 6 30 32-yə böldüm 15. 3 ilə 6 ixtisar getdi qaldı 4 5 6 ilə bu da 6 olur oldu 20. Bunların da cəmi oldu 35 35 üstə 7 gələndə 42. Yüksək 7-də doğru cavab oldu 42. 188. Deməli, binomun açılışında binomial əmsalların cəmi. Binomial əmsalların cəmi 200-dir. Binomial əmsalların cəmi tək yerdə duran binomial əmsalların cəmindən 32% böyükdür. Deməli, ümumi binomial əmsalların cəmindən binomial əmsalların cəmini çıxsaq, cavab alarıq 32. Buradan n-in qiymətini tapsaq, 2 üstü n ortaq vurur çıxardına qalır. 1 çıxaq 2-nin üstü -1 32. O da 2-nin üstü n 1 çıxaq 2-də 1 olur. 1-dən 2-də 1 çıxanda 2-də 1 qalır. Bu da oldu 32. 2 üstü n oldu 64. N deməli 6 imiş. N 6 olarsa 3-cü həddin binomial əmsalını soruşur. Oldu kombinezon 6-dan 2-yə. Baxın. Binomial əmsal deyəndə bir dənə əmsal yazırıq kombinezon hissəsinin. Yanını yazmırıq. Amma ümumi əmsal cəmi desəydi, əmsalını tap desəydi, hamısını yazardıq. Yəni düsturu tam şəkildə yazardıq. Burada binomial əmsal dediyinə görə elə mən bir dənə kombinezon hissəsi 6-dan 3-cü hədd deyəndə birini çıxırıq, 2-ni götürürük. O da oldu 6 faktorial, 4 faktorial vuraq, 2 faktorial. Bunlar da ixtisar getdi. 5 vur 6 30, 30-da 2-yə böldüm 15. Onu yadımızda saxlayaq. Bir ümumi əmsallar deyəsəydi, əmsalı. Məsəl üçün, binomun açılışında, məsələn, 4-cü həddin əmsalını tap. Amma onu da ümumi yazırsan düsturla, son nəticədən əmsal tapırsan. Biz əvvəlki tapşırıqlarda ona aid misallar yazdıq. Amma burada sırf binomial əmsalını soruşur. Binomial əmsal deyəndə yalnız kombinezonun özünü yazırıq. 189-cu sualda deyir ki, D1 düz xəttin üzərində 5 nöqtə var, D2 düz xəttin üzərində 6 nöqtə var. Bunlar bir-birinə paraleldir və buradakı üçbucaqların sayını tapın. Biz bundan əvvəlki tapşırıqlarda da işləmişdik. Deməli, üçbucaq 3 nöqtədən qurulur, üçü bir düz xətt üzərində olmasın. Amma ikisi bir düz xətt üzərində ola bilər. Tutaq ki, D1 düz xəttində 5 dənə nöqtə var. 5 nöqtədən ikisini D1 düz xəttinə seçmişəmsə, digərində 6 nöqtədən birini seçməliyəm. Çünki üçbucaq qururam axı. Və ya D1 düz xəttində 5 nöqtədən birini götürmüşəmsə, üçbucaq qurmaq üçün 3 nöqtə lazımdır. Deməli, digərində 6 dənədən ikisini götürürəm. İndi bu kombinezon 5 faktorialdan 2 bizə verir 5 vur 4 böl 2. 6 faktorialdan 1 bizə verir 6. 5 faktorialdan 1 bizə verir 5. 6 faktorialdan 2 də 6 vur 5 böl 2. Deməli, 20-ni 2-yə böldüm 10. Onu da vurdum 60. Bu da oldu 3'e ixtisar getdi 15. 15'də 5'e vurdum 75. Bu da oldu 135. Doğru cevap 135. Burada deyir cədvəldə fənlər üzrə 190'da. 190. Cədvəldə fənlər üzrə kitabların sayı verilmişdir. Hər fənn üzrə kitabların müxtəlif olduğunu bilərək eyni fənnə aid kitablar yan-yana olmaq şərti ilə bütün kitabları rəfə neçə üsula dizmək olar. Azərbaycan dilindən 2 kitabdır. Bu 2 faktorial. Öz arasında yerini dəyişə bilər. Riyaziyyatdan 3 dənədir. Bu oldu 3 faktorial. Kimyadan 2 dənədir. 2 faktorial. Coğrafya oldu 1 faktorial. Yəni yeri dəyişmir. Toplamda bunlar oldu. Nə qədər? Deməli 2 kitab. Bunların nə qədər oldu? 2 dənə Azərbaycan dili 2 faktorial. 3 faktorial yerini dəyişə bilər. 2 faktorial. Bir də 1 faktorial. Bunlar öz arasında yerini dəyişməsini biz yazdıq. Bir də bunlar fənni olaraq da öz aralarında yerini dəyişirlər. Bir var daxilində, bir var ümumi. Azərbaycan dili, riyaziyyat, kimya, coğrafya kitabı. 4 dənə kitab var. Bu 4 kitab öz arasında yerini dəyişə bilər. Məsələn, Azərbaycan dilləri ayrılmaz olsa da, riyaziyyatı önə keçirib Azərbaycan dillərini sona və yaxud da kimyanı ortaya, coğrafyanı əvvələ. Bunlar öz aralarında da yerini dəyişə bilər. Ona görə bir də bunun 4 faktorialına vururam.
Yəni elə bir bax, Azərbaycan dili, Azərbaycan dili. Bu birdən oldu. Riyaziyyat, riyaziyyat. Bu da bir oldu. Kimya, kimya. Bu da bir oldu. Bir dənə qaldı coğrafya. Bu da oldu bir. Bir. 4 dənə söz arasında yerini dəyişə bilər. 4 faktorial oldu. Bir də daxildə yer dəyişmələr. 2 dənədir bu daxildir. Bu onun daxildir. Bu da bunun daxildir. Bu onsuz da dəyişmir. İndi biz bunun cavabını tapaq. Bunu silim. Aha. 2 faktorial oldu. 2, 3 faktorial 6. Bu da 2, 4 faktorial oldu. 24. Bu da oldu. 24 vur 24. 576. Doğru cevap 576. İndi baxaq. Buradan 191'e. 191-ci sualda 8 oğlan və 5 qız şagirdin olduğu sinifdən yarışda iştirak etmək üçün 3 nəfər seçməliyik. Bu 3 nəfərdə həm qızlar olmalıdır komandada, həm oğlanlar. Tutaq ki, deyirəm 8 oğlandan 2 dənəsini götürmüşəmsə, 5 dənə qızdan birini götürürüm və ya 3 nəfər seçirəm də. 8 oğlandan 1 oğlan götürürəmsə, 5 qızdan ikisini götürməliyəm ki, 3 nəfər tamamlansın. Yalnız qız, yalnız oğlan olması yoxdur. Ya qız, oğlan, oğlan, qız eyni olmalıdır. 8-dən 2 olur 8 faktorial, 6 faktorial vuraq 2 faktorial. Vuraq 5'dən 1 oldu 5. 8'dən 1 oldu 8. 5'dən 2 de oldu 5 faktorial. 5 faktorial, 3 faktorial vuraq 2 faktorial. 8'dən 6 ixtisar getdi, qaldı 7 vur 8, 56. 56'nı da 2'yə bölürəm. 28. 28'i vurdum 5'ə. Burada 3 ilə 5 ixtisar getdi, 4 vur 5, 20. 20'ni 2'yə böldük 10. 8 ona vurduq 80. O da oldu 140 plus 80. Cevap oldu 220. 191'de cevap oldu 220. Sonra baxaq 192. 192. 9 oğlan 6 qız şagirdinin olduğu sinifdə yarışda iştirak etmək üçün 3 nəfərdən ibarət komanda seçilməlidir. Yenə tərkibində həm oğlan olsun, həm qız. 9 oğlandan 1 qız götürmüşəmsə, 6 qızdan ikisini götürməliyəm 3 nəfər üçün. 9 oğlandan 2 oğlan götürmüşəmsə, 6 qızdan birini aparmalıyım özümlə yarışa. 9'dan 1 oldu 9. Vuraq 6'dan 2, 6 vur 5 böl 2 də yaza bilərəm. 9'dan 2, 9 vur 8 böl 2 də yaza bilərəm. 6'dan 1 də 6 verir. Bu da oldu 30. 30'u 2'yə böldük 15. 9'u vurdum 15'ə. Bu da 36'nı vurdum 6'ya. 351. Doğru cevap. 193. Bilik yarışmasında bir komandanın 10 üzvündən 6'sı iştirak etməlidir. Seçilən 6 nəfərdən də ikisi kapitan və onun köməkçisi olmalıdır. Seçim neçə fərqli üsulla yerinə yetirilə bilər. 10 nəfərdən 6'sı seçilməlidir. Oldu kombinezon 10'dan 6. Və seçdiyimiz 6 nəfərdən də ikisi kapitan və onun köməkçisi olmalıdır. Deməli 6 nəfərdən ikisi kapitan və onun köməkçisi. Baxın, hər ikisi kapitan və ya hər ikisinin köməkçisi seçsəydik kombinezona yazardıq. Biri kapitan, biri köməkçidir. Yazırıq permütasiya 6'dan 2. İndi oldu 10 faktorial, 6 faktorial vuraq 4 faktorial. Bu da 6 faktorial bölək 4 faktorial. 6'lar getdi. 10'dan 4 də getdi. Yuxarıda qaldı 5, 6, 7, 8, 9, 10. Məxrəcdə qaldı 1, 2, 3, 4. 3 2'yə vurdum 6'ya ixtisar getdi. 4 ilə 8 ixtisar getdi ki 7 vur 9, 63. Yanına da 2'dən 0 yazıram. Oldu 6300. Sonra 194'e baxaq. 194'də də deyir ki 194. Bilik yarışmasında bir komandanın 9 üzvündən 5 iştirak etməlidir. Kombinezon 9 üzvdən 5'ini seçməliyik. Seçdiyimiz 5 nəfərdən də ikisi kapitan və onun köməkçisi olmalıdır. Deməli, biri kapitan, biri də onun köməkçisi. Ona görə permütasiyanı yazırıq. Kapitan onun köməkçisi olanda permütasiyanı yazırıq. İkisi də köməkçi olsaydı, ikisi də kapitan olsaydı, onda kombinezonla yazardıq. Bunlar ixtisar getdi. 9'dan da 4 ixtisar getdi. 5, 6, 7, 8, 9. 3 faktorial da 3 oldu. Bunların da hasili 2520. Hasilindən cevap alında 2520.
195-ci sual. Qutuda müəyyən sayda ağ, 3 qara və 5 sarı kürəcik var. Eyni zamanda çıxarılan iki kürəciyin eyni rəngli olması hallarının sayı 41 olarsa, əvvəlcə qutuda neçə ağ kürəcik var idi? Deməli, kürəciyi çıxarmalıyıq və ikisi də eyni rəngli olmalıdır. Tutaq ki, ağ çıxartdıq, olur x-dan 2 və ya qara çıxartdıq, 3-dən 2 və ya sarı çıxartdıq, kombinizon 5-dən 2. Bu oldu 41. İndi kombinizon x-dan 2 yazırıq, x faktorial, 2 faktorial vuraq, x çıxaq, 2 faktorial. Üstə gələk, kombinizon 3-dən 2 bizə 3 verdi, 5-dən 2 də 5 vur, 4 böl 2 verdi, o da oldu 41. Buradan x çıxaq 2 ilə x ixtisar getdi, qaldı x vuraq, x çıxaq 1, məxrəcdə 2, üstə gələk, 3 üstə gələk 10, 41. X vuraq, x çıxaq 1 bölək 2 bərabərdir, 41 çıxaq 13. O da oldu, x vuraq, x çıxaq 1 bərabərdir, 28 vuraq 2. Məxrəzdəki 2-ni çarpaz vuram. X vuraq, x çıxaq 1 bərabərdir, 56. X-in qiyməti 8-dir. Yəni 8-i yazsaq, 8-dən 1-in çıxanda 7 olur, 8 vur 7, 56 olur. Deməli, x sayda, yəni 8 dənə ağ kürəcik var. Kvadrat tənliklə də yaza bilərik də, vurub açıb sadələşdirib viyetlə tapa bilərdik. Sonra 90, 196. Müəyyən sayda yaşıl, x dənə yaşıl var. 4 dənə sarı, 6 dənə qırmızı kürəcik var. Eyni zamanda 2 kürəcik çıxarılır. Çıxarılan kürəciyin yaşıl olması. Deməli, 2 kürəcik çıxarılırıq. Ümumi 57 üsul var. Və bizdən yaşılları soruşur. Eyni sualdır da. X faktorial, x çıxaq 2 faktorial vuraq 2. 4-dən 2 olur, 4 vur 3 böl 2. 6-dan 2 olur, 6 vur 5 böl 2. Bərabərdir 57. Bu da ixtisar gedəndə x vuraq, x çıxaq 1 bölək 2. Üstə gələk 6, üstə gəl 15 bərabərdir 57. X vuraq, x çıxaq 1 bölək 2 bərabərdir 57-dən çıxdım 21. X vuraq, x çıxaq 1 bərabərdir. Deməli olur 72. Bu da x-in qiyməti oldu 9. X 9-dur. Viyetlə də yazmaq olar, belə də yazmaq olar. X-in qiyməti oldu 9. Bizdən də soruşur nəyi? Yaşıl kürəni. Yaşıl kürə ilə 9-dur. 197-ci sual. 197-ci sualda deyir, qutuda n sayda ağ, m sayda qara və 4 sayda sarı kürəcik var. Eyni anda çıxarılan 3 kürəciyin üçündə müxtəlif rənglərə aid olduğu halların sayı 28 olarsa, m plus n tap. Eyni vaxtda 3 kürəcik çıxarılır. Məsələn, ağ çıxarılsa n-dən 1, deməli qara çıxarılsa m-dən 1, sarı çıxarılsa 4-dən 1. 3 dənə kürəcik hərəsi bir rəngdir. Bunların da bərabər edirik 28-ə. Hasillərini 28-ə bərabər edirik. Deməli, buradan alınır cavab. Deməli, kombinizon n-dən 1 bizə verir n. Bu da olur n, bu da olur 4. Bərabərdir 28. n vur n oldu 7. Hasili 7 olan ədədlər 1 və 7-dir. Bunların da bizdən cəmini soruşur. 7 ilə 1-in cəmi 8 olur. 197-də cavab 8. Sonra 198-ə baxırıq. Deməli, n sayda yenə yaşıl var. Yaşıldan birini çıxardırıq. M sayda qırmızı var, birini çıxardırıq. 8 sayda sarı var, birini çıxardırıq. Mümkün halların sayı da 40-dır. Deməli, n vur m vur 8 bərabərdir 40. Bu da m vur n oldu 5. Hasil 5 olan ədədlər 1 və 5-dir. Bizdən bunların cəmini soruşur. 1 üstə gəl 5 oldu 6. Doğru cavab 6. 199. Diaqramda 3 torbada verilmiş ağ və qara kürəciklərin sayı verilmişdir. Bu torbaların hər birində eyni zamanda bir kürə çıxarılır. Onların üçünün də eyni rəngli olması. Gəlin birinci yazaq. Deməli, birinci torbada 6 ağ, 2 qara, ikincidə hər ikisində 8. Üçüncü torbada ağdan 1 dənə, qaradan var 10 dənə. Bunu yazdıq.
İndi bizə deyir ki, 3 kürəcik çıxarılır. Üçü də müxtəlif rəngdə. Yox, üçü də eyni rəngdə. Tutaq ki, ağ çıxarılır. 3 dənə kürəciyin üçü də ağdır. Onda olur kombinezon. Birincinin ağı nə qədərdir? 6-dan 1. İkincinin ağı 8-dən 1. Üçüncünün ağı 1-dən 1. O da oldu 6 vur 8 vur 1. 48. Sonra qara çıxarılarsa 2-dən 1. Sonra 8-dən 1. Daha sonra 10'dan 1. Bu da oldu 2 vur 8 vur 10. Oldu 160 eyni renkli. Ümumi ne kadar oldu? 48 üste gel 160 208. 200'de də eynidir. İndi baxırıq. 7 ağ 3 qara birinci torbada. 8 10 ikinci torba. 3 5 üçüncü torba. Deməli biz yazırıq 200'də. İndi 3 torbada verilmiş ağ və qara kürələrin sayı verilmişdir. Hər birində eyni zamanda bir kürə çıxarılır. Üçün də eyni renkli olmaz. Ağları çıxardırıq. 7'dən 1, 8'dən 1, 3'dən 1. 7 vur, 8 vur, 3 oldu. 168. İndi qaralara baxaq. 3'dən 1, 10'dan 1, bir də 5'dən 1. 3 vur, 10 vur, 5. Bu da oldu 150. Burada uşaqlar, burada 5 dənə deyil. Burada 6 dənədir. Ona göre burada 6 olmalıdır. Bu da 6 olmalıdır. Bunun cevabı olmalıdır 180. 168 ile 180'in cəmi olur deməli 8 348. 200'de doğru cevap 348. 201. 201'de çevre üzerinde A nöqtəsi de daxil olmakla n+1 sayda müxtəlif nöqtə verilmiştir. Qeyd olmuştur. Tepelerinden biri A nöqtəsində olan 3 bucaqların sayı 28 olarsa eni tapın. Baxın 3 bucaqların 3 dənə təpə nöqtəsi var. Bu təpələrindən biri A nöqtəsindədirsə, deməli biz yerdə qalan 2 nöqtəni tapmalıyıq da. Bir nöqtə A'dır. Digər 2 nöqtə lazımdır. Deməli n+1 sayda nöqtə var. Bunun biri A'ya getdisə yerdə qaldı n dənə nöqtə. N dənə nöqtədən biz ikisini seçdik. Deməli burada alınır 28. O da olur n faktorial. N çıx 2 faktorial. Vuraq 2 faktorial bərabərdir 28. Bunlar ixtisar gedir. N vur n çıx 1 bərabərdir 56. N kvadrat çıxaq n çıxaq 56 bərabərdir 0. Viyyətə görə yazsaq kökləri cəmi 1. Deməli kökləri cəmi olur 1. Kökləri hasil olur -56. Burada nə cavab olur? 8 və -7. 7'ni götürə bilmərik. Doğru cavab oldu 8. 202. 202 de yine eynidir. Çevre üzerinde A nöqtəsi də daxil olmakla n+1 sayda müxtəlif nöqtə verilmiştir. Təpə nöqtələrindən biri A nöqtəsidir. Digər 2 nöqtə məlum deyil. Onda n+1 saydadırsa bu bir A nöqtəsinə getdi. Yerdə qalan n nöqtədən biz ikisini seçməliyik ki 36 alsın. Bunu da sadələşdirəndə n vur n çıx 1 almışdıq da. Kombinezon n-dənkini. Bu oldu. Məxrəcində 2 də vardı. 36. N vur n çıx 1 oldu. 72. N'in de qiyməti 9'du. 9 8'e vuranda 72 alınır. Eyni sualdı diye çok uzun yazmadım. Sonra 203. 203'te deyir diametri AB olan yarım çevrə verilib və bu yarım çevrənin üzərində C, D, Y nöqtələri qeyd olunubdur. Və diametr üzərində M və N nöqtələri qeyd olunub. M, N nöqtəsi qeyd olunub. Təpələri bu nöqtələrdə olan neçə müxtəlif üçbucaq çəkmək olar? Üçbucaq çəkmək üçün biz bu 7 nöqtədən 3'ünü seçməliyik. Olur kombinezon. 5 dənə bu, 2 dənə bu. 7 nöqtədən 3. Amma biz deyirik ki 3'ü bir düz xətt üzərində olmamalıdır. Yəni baxın burada götürdüyümüz var ya, burada 4 nöqtə bir düz xətt üzərində verilib. Deməli bunlardan 3'ü bir düz xətt üzərində olmamalıdır. Yəni mən bu nöqtələrdən A, M, N üçbucağı və yaxud da
MN B üçbucağı və yaxud da nə bilim A, B, N üçbucağını düzəldə bilmərəm. Bunların sayı neçə dənədir? Bu da olur kombinizon 4-dən 3. Bunların fərqini tapıram. Ümumi 3 nöqtələrdən bir düz xətt üzərində yerləşənləri çıxıb üçbucaqların sayını tapıram. Məndən üçbucaq lazımdır. Bu da olur 7 faktorial, 4 faktorial vuraq 3 faktorial. Çıxaq 4 faktorial bölək, 1 faktorial vuraq 3 faktorial. 4 ilə 7 xısar getdi, qaldı 5, 6, 7, 3 faktorial 6 verdi. Bu da 4. 35'dən 4 çıxdım, qaldı 31. Doğru cavab 31. Deməli 204. 204'də deməli 4 dənə böyük hərflə A, B, C, D, 3 dənə kiçik hərf A, B, C. Aha, hərflərinin bütün mümkün yer dəyişmələri aparılır. Deməli toplamda 7 dənə hərf var. Bunların bütün mümkün yer dəyişmələri aparılır. Böyük hərflə başlayıb böyük hərflə qurtaran bütün halların sayını tapın. Böyüklə başlasın, böyüklə bitsin. 7 dənədir. 1, 2, 3, 4, 5, 6, 7. 2, 3, 4, 5, 6, 7. Böyük hərflə başlamaq üçün birincidə 4 seçim var. Sonuncuda 3 seçim var. Ta ki birincini seçmişəmsə, ikincini axıra seçirəm. Sonra ortada deməli qaldı 5 seçim, 4, 3, 2, 1. Bir seçdikcə sayı azalır. Sonra bunların hasilini tapıram. Bunların da hasili olur. Deməli 1440. Baxın. Deməli dedik ki, böyük hərflə başlasın, böyük hərflə bitsin. 7 dənə də hərf var burada. Böyük hərfini tutaq ki, A-nı birinci yerə seçmişəmsə, B-ni sonuncu yerə seçməliyəm. 4 dənə böyük hərf var. Birinci yerdə 4 seçimim var, axırıncı yerdə 3 seçimim var. Ortada qaldı 5 hərfi. Bu da getdikcə bir azaldı. Çünki hər hərf çıxdıqca bir dənəsi azalır. 5, 4, 3, 2, 1. Bunların da hasili oldu 1440. Sağ olun, salamat qalın.